Salam, qəbula təkrar düşə biləcək sualların artıq 10-cu hissəsinin izahı ilə davam edirik. 10 sınağın artıq izahını bu videodan sonra bitiririk. Sabahdan artıq təbii ki, davam edirik. Nə yamaq yoxdur, 11-ci sınaqdan davam eləmiş olacaqsınız. Bu səfərki suallar bir əvvəlkilərdən məncə biraz daha çətin olardı. Xüsusilə mətn hissəsi var ki, 2016-cı ildə qəbul olub. Bu il məncə imtahana düşəcək. Yəni, vaxtda da düşməli deyə düşünürəm. Bəzi suallar sadəcə DİM-in sınağında salınan suallardandır, imtahandan 3-4 dəfə çətindir, amma istənilən halda nə etməliyik? İzahına baxıb, hər şeydən dərs çıxarıb öyrənməliyik. Yəni, başladıq ilk sualdan. Qatlanmış kağızda kəsiklər edilib deyir, fikrən kağızı açmalıyıq və uyğun variantı seçməliyik. Yadda saxlayırıq ki, bizim ana parçamız heç bir şəkildə, heç vaxt dəyişməz. Gəlib variantları ən birinci yoxlamalıyıq ki, bu əsas parça olduğu yerdə, görürsünüz, bu kvadrat heç bir şəkildə dəyişməməlidir. Məsəl üçün, C variantında belə bir ayırıram bu hissəni. Baxın, yəni eyni şəkildə, düzdür? Eyni şəkildirsə, deməli C-də hələ ki, hər şey qaydasındadır. Tərpətmirəm C-ni. Sonra gəldik, Y-yə baxsaq. Y-yə baxan kimi deyirəm ki, artıq səhvdir. Ona görə ki, fərqi yoxdur. Hər hansısa bir üçbucağa baxın. Burada fikir verin, bu xəttin sol tərəfindədir. Düzdür? Amma bizdə Y variantında xəttin sağında verilib. Ona görə qəşək-qəşək bir dənə Y-nin üstündən xətt çəkirik, keçirik sonra digər variantlara. İndi E-də gözə baxıram, qaydasındadır. A-da qaydasındadır, B-də qaydasındadır. Deməli, bir dənə variantı ata bildik bu üsuldan baxaraq. Gələk indi kağızımızı açaq, görək nə baş verəcək. Əvvəlcə bilməliyik ki, bu 40-40 xəttlər nədir? Qatlama. Götürüb, bu 40-40 xətt olan hissədən kağızı aşağıya doğru qatlayıb. Görürsünüz, bu hissəyə. Üçbucaq idi, sonra fikir verirsiniz, bu hissəsi kəsilib üçbucağın. İndi eyni şəkildə buradakı kağız sağa doğru qatlanıb. Görürsünüz, qat burada artıq. Qırış oradadır. Sonra sağdan sola doğru qatlanıb. Qırış buradadır. Qat hissəsi buradadır. Bir də yenə burada aşağıdan yuxarıya doğru qatlanıb. Qırış buradadır. Yuxarıda haradaydı qırış? Burada. Yəni qat hissəsi buradaydı. İndi həmin o qat hissələrinə güzgü kimi baxıb nə etməliyik? Bir-bir cavabımızı axtarmalıyıq. Məsəl üçün elə buradan baxsaq. Soldan sağa qatlanıb. Düzdür? Nə etməliyik indi? Sağdan sola doğru kağızımızı açmalıyıq. İndi kağızımızı açanda. Bura güzgü kimi baxırıq bu xəttdə. Oldu? Yaddan çıxarmayın. Və xətti alırıq önümüzə. Görürsünüz, bir dənə ox çəkirəm. Dümdüz baxıram hal-hazırda. İndi sağdan sola doğru kağızı açanda. Əgər burada üçbucağın təpə hissəsi kəsilibsə, görürsünüz, güzgüdən bu qədər məsafədə kəsik varsa, mütləq eyni qədər məsafədə bu tərəfdə də kəsik olmalıdır. Yəni, gəlirik, nə edirik? Buradan bir dənə belə ayırırıq ki, bura kəsilməlidir. Əla, burada hər şey qaydasında. Sonra baxın, dümdüz yenə buradan baxanda sağda üçbucaq varsa, görürsünüz, bura doğru baxır, güzgüyə tərəf baxır. Yenə güzgüyə tərəf baxan mütləq bir dənə üçbucağımız olmalıdır. Yəni, burada gəlib bir dənə belə üçbucaq dayanmalıdır. Oldu? Ondan sonra baxın, lap istəsəz bunlara göz falan yerləşdirərsiniz. Göz baxın, şirin bir smalik alınır. Yəni, hər şey qaydasında olur. Biraz bərbad çəkdim, hiss edirəm. Əsas odur, bilin ki, kəsik belə dayanacaq. İndi A variantına baxsaq, kəsik harada olmalıydı? Burada varsa mütləq güzgünün sol tərəfində. Burada da olmalıydı. Amma A variantında burada verilib. Amma belə olmalı deyil, axı, düzdür? Biz kağızı sağdan açanda sola doğru üstə düşməliydi bu hissələr. Ona görə A-nı atdıq, getdi. Başqa digər variantlarda həmin üçbucaq düz gəlir. İndi variantları bir-birindən müqayisə etsəm daha yaxşı olar. Məsəl üçün, B variantının bu hissəsinə baxın, bir də C-yə baxın. Bunlar bir-birindən fərqlidir. Ona görə tez bu hissəni yoxlayıram, bir də yuxarını yoxlamıram. Kağızımızı nə etməliyik? Buradan sağa doğru açmalıyıq. Dümdüz baxıram, güzgüm çünki budur, qırış hissəsidir. Düzdür? İndi solda üçbucaq varsa, sağda da mütləq üçbucaq olmalıdır. İndi baxırıq, gəlib həmin hissəyə. Baxın, solda burada üçbucaq var idisə, sağda da, burada da olmalıydı. Verilməyib deyə C variantına, C-ni də qəşək-qəşək silirik gedir. Qalır indi B variantı ilə D variantı. İndi B variantı ilə D variantı. Baxanda, məsəl üçün, adicə bu hissələrindən hiss eləmək olur. Düzdür? Bizim D variantında buralar kəsik kimi verilməyib. Amma biz bayaq da demişdik ki, görürsünüz, bu üçbucağın təpə hissəsi kəsilibsə, burada kəsikdirsə, burada da mütləq kəsik olmalıdır. Görürsünüz, bu hissədə kəsilibsə, burada da kəsik olmalıdır. Yəni, kənarlar D-də kəsik olmalıydı. D səhvdir. Nə qaldı? Doğru cavab qaldı. B variantı. Keçdik növbəti suala. İkinci suala. A. Savalan Azərbaycanın dağı adı. B.
Kordilyer Şimali Amerika sol hissəsinə uzanır şaquli vəziyyətdə. Qafqaz, üzr istəyirik, bir dənə hərfi yemişik. C variantı dağ adıdır. Karpat Avropada dağdır. Səhv eləmirəmsə Mont Blanc olmalıydı. Səhv eləmirəmsə düzəldərsiniz. Yazarsınız rəylərə. Oldu. Nə qaldı? Bir dənə lava, vulkan püskürməsi nəticəsində yer səthinə çıxan yanar plazma halında olan maddə oldu. Lava. Dağ adı deyil. Ona görə fərqli variant olmalıydı Y. Keçdik növbəti suala. 2016-cı il qəbul sualı. Sizdə bura boz rəngdə veriləcək. Xahiş edirəm, görəndə deməyin ki, bizdə boz deyildi bura. Oldu. Ona görə də diqqətli olun. Əsas qaydasını bilin. Hər bir şey tam qaydasında olmuş olacaq. Bir də arada bir belə danışıram edirəm, zarafat edirəm, ümid edirəm ki, xətrinizə dəymir. Dəyirsə deyin, dəyir, dəymirsə dəymir. Oldu. Rəylərdə yenə gözləyirəm. Artıq sizin rəylərinizi oxumaq üçün bir alışqanlığım var. Gecələr, boş vaxtlarımda oturub rəylərinizi oxuyuram. Baxdım mənim yazanlarınızı eşidirəm. Əla, tək axıra qədər baxın, sonra faydasını görəcəksiniz. Nəsə bugün çox enerjili başlamışam, Allah axırın xeyir eləsin. Görək. Deməli, belə bir düzbucaqlıdır. ABCD düzbucaqlısı Y və X uyğun olaraq AB və AD tərəflərinin orta nöqtələridir. Yəni Y bu AB-nin orta nöqtəsidir. Biz də bilirik ki, orta nöqtə yarıya bölür tərəfi. Məsəl üçün 20 səbtörlükdə burada 10 olmalıdır, burada 10. 20-ni özümdən atdım, birazdan biləcəm neçədir. Sonra X orta nöqtədirsə, deyək ki, bura 30-dursa, burada 15-dir, burada 15. Görürsünüz necə ağıllıyam. Yuxarıya 20 demişdim, daha uzun idi. Bura 30 deyirəm, daha qısadır. Siz belə şeylər eləməyin. Təbii ki, bunlar misal üçün idi. Yine başladıq, düşdü aşağıya. ABCD düzbucaqlısına Y ilə X uyğun olaraq AB ilə AD-nin orta nöqtələrdir. Bunu bildik. Buranı keç qardaş. AB bərabərdir 2BC, bu da bərabərdir 12-yə. AB 12-yə bərabərdir, düzdür? Ona görə rahat-rahat yuxarıda AB-ni 12 kimi qəbul etsək biz bütövlükdə. Paralel deyə DC də 12 olacaq. Ona görə DC yazıram 12, amma AB hissəsinə 6-6 yazacağam. Çünki bunu boş-boşuna verməyib. Y orta nöqtə idi. Yəni 2BC 12-yə bərabərdir, düzdür? Yəni 2X 12-yə bərabərdirsə, X da 12 bölünsün 2 6-dır. X-i 6 bildik. Yəni BC-ni 6 bildik. Bura 6-dırsa, ona sol tərəfdə paralel deyə 6-dır. Bizə amma X orta nöqtə boşuna verilməyib. Deməli, bura 3-dür, bura da 3-dür. Bunları da qeyd elədik. İndi biz F-i tapmalıyıq. F-i tapanda nə edəcəksiniz? Deyək ki, sahələri falan keçməmisiz. Gəlin qısa olaraq danışaq sahələrdən. Məsəl üçün, bir dənə belə bir düzbucaqlı. Bu düzbucaqlının, deyək ki, eni olsun 8, uzunu olsun 10. Sahəsini hesablayanda sadəcə bu A-nı B-yə, yəni 8-i ona vurursunuz. Olur sahəsi 80. Qutardı, getdi. Deməli, düzbucaqlının sahəsini hesablayanda nə etmək lazımdır? Enini uzununa vurmaq lazımdır. Dedik ki, buranın sahəsi 80-dir. Bəs indi bu düzbucaqlını mən yarıya bölsəm, baxın, böldüm yarıya. Bütöv sahəsi 80 idisə, buradakı bu yarım hissə nə qədər olur? 40 olur, bu da 40 olur. Düzdür? Fikir verin, bu para hissə düzbucaqlı üçbucaqda bizdə. Ona belə çıxır ki, biz düzbucaqlı üçbucaq düsturu düzəldə bilərik özümüzdən. Nə edirik? Bu 40-ı necə tapmaq olur? 8-i 10-a vurub 2-yə bölməklə. Deməli, düzbucaqlı üçbucağın düsturu nə olacaq? Baxın. A-nı B-yə vurub 2-yə bölmək. A vurulsun B, bölünsün 2. Yəni 8 vur 10 bölü 2. Məsəl üçün. Fikir verin, burada bu düzbucaqlı üçbucaqdır. Görürsünüz, buranı. Düzbucaq gətirən, əmələ gətirən tərəfləri bir-birinə vurub 2-yə bölsək, buranın sahəsini taparıq. Düzdür? İndi alt dəfə, görürsünüz, burada 6 idi da. 6 düzbucaq əmələ gətirir deyə vurduq bir-birinə 36, 2-yə böldük 18. İndi burada düzbucaqlı üçbucaqdır. 3 dəfə 6. Görürsünüz, yenə bunları vuruq bir-birinə. Sanki düzbucaqlının parasıdır bu. 3 dəfə 6. 18, 2-yə böldük 9. Yəni düstur kimi əzbərləyin sadəcə. İndi bura 3-ü 12-yə vururuq, 36, 2-yə böldük 18. İndi bunları nəyə görə tapdıq? Ona görə ki, biz buradakı bu üçbucağın sahəsini yoxsa hesablaya bilməyəcəkdik. Gedib Heron düsturunu falan öyrənməyin, xahiş edirəm. Yəni bəziləri var ki, deyir ki, Heron düsturundan hesabladım falan belə. Onu mən də yaza bilərəm bura. Bilirəm, vallah bilirəm. Kök altından P vurulsun P çıxa, P çıx B, P çıxsı. Görürsünüz, bilirəm. Yarım perimetrdə o da, oradakı P. Amma onların heç birisi isə lazım deyil. Hətta Pifagordan istifadə edib, gəlib bunları belə tapanlarınız var. Bizə o kimi düsturların heç biri lazım olmayacaq. İndi bu boşluqları ona görə tapdıq ki, məsələn, elə burada yazdığım düzbucaqlıya baxın. Deyirəm ki, məsələn, burada belə bir üçbucaq var.
Görürsüz, belə bir üçbucaq çəkdim. Özümdən necə gəlir çəkdim bunu. Lap biraz da oradakına bənzədək. Görürsüz, belə bir üçbucaq çəkdim. Bütöv sahəsi deyirəm düzbucağının bura. Bayaq hesablamışdıq. 80-dir, düzdür? Yazdıq bura 80. İndi bura olsun 20 özümdən atıram. Bura 15, burada 10. İndi biz buradakı sual işarəsini, buranı tapmaq üçün nə edə bilərik? Bütöv sahədən 20-dən çıxarıq, daha doğrusu 80-dən çıxarıq. 20-ni, 10-u və 15-i. Düzdür? 20, 10, 15 toplayanı 45 eləyir. 80-dən 45-i çıxanda tapmış oluruq ki, buranın da sahəsi 35-dir. Yəni bu puzzle'ları, dilimləri, hissələri hamısını toplayanda nə olur? 80 olur həqiqətən də. Qutarır gedir. Oldu. Biz yuxarıda ona görə eyni işi tətbiq elədik ki, görürsünüz, baxın. Buranı ona görə tətbiq elədik ki, buranı silim əvvəlcə. Buraları ona görə tapdıq ki, bütöv sahədən, bütöv düzbucağlığın bu sahəsindən biz bu boşluqları, bu üçbucaqları çıxsaq, birbaşa f-in sahəsini taparıq. Düzdür? İndi başlayaq, çıxaq. Əvvəlcə bütöv düzbucağlığın sahəsini necə taparıq? Eni burada 6-dır. Uzunu da 12. 6 dəfə 12 oldu 72. Bütöv sahə 72-dir. İndi bütöv sahədən 72-dən çıxıram 9-u plus 18-i plus 18-i. 72-dən də 45-i çıxanda olmuş olur 27. Yəni bura bizdə nə olmalıymış? Olmalıymış 27. Və həqiqətən siz görsəz ki, 9-da 18-də 18-27 toplayanda 72 eləyir, qutardı, getdi. Deməli, hər şey qaydasındadır. Deməli, sualın yerinə, f-in yerinə nə yazılmalıdır? Yazılmalıdır 27, B variantı. Burada siz yenə təkrarım sizə boz rəngdə veriləcək imtahanda. Əgər eynisi düşmüş olsa, rahat-rahat taparsız gedər. Oldu. 2 variantda cavab 27 olmuş olacaq. Ola bilsin ki, digər variantlarda da 27 olsun. Amma rəqəmləri dəyişmiş də ola bilərlər. Əsas qaydasını bilin, təsəvvür edin ki, indiyə qədər imtahana düşmüş ən çətin sahə sualı budur. 2016-cı il. Keçdik növbəti suala. Bu düşməyib, amma yenə də maraqlı sualdır. Şəkildəki 6 sm, yenə təkrarım, indiyəcək düşmübsə, bəs burada nə işi var deyə, ona görə ki, modellərdə filan, bəzi sınaqlarda belə şeylər olub yəni. Yəni, əvvəlki bazı suallar içərisində var bu sual, hər an bu da ola bilər. Yəni, hər şey ola bilər. Oldu. İndi şəkildəki 6 sm və 10 sm ölçülü. Görün, bir dənə videonu çəkirəm, öz-özümə danışıram birdən. Baxım, görüm. Hər şey qaydasındadır. Yəni, şəkildəki 6 sm və 10 sm ölçülü düzbucaqlı fiqur L formalı, eyni ölçülü fiqurlardan əmələ gəlmiş. Eşitmişdən başa düşmədim. Görürsünüz, baxın, burada deyir ki, 6-nın 10-u olan düzbucaqlı. Yəni, bura 6-dır demək istəyir, burada 10-dur demək istəyir. Eni 6, uzunu 10. Deyir ki, bu düzbucaqlı L formalı fiqurlardan, görürsünüz, L formalı da, bu da. Deyir, L formalı fiqurların birləşməsindən əmələ gəlib. Əla, bunu da bildik. Bura qədər oxumuşuq. Deyir, belə L formalı fiqurlardan neçəsi birləşərək ən kiçik ölçülü kvadratı əmələ gətirər. Fikir verin, bu L-lər birləşib, bizə kvadrat əmələ gətirməyib. 6-nın 10-a düzbucaqlı əmələ gətirib. Deyir ki, indi bizə əlavə olaraq, ümumiyyətlə, birlikdə neçə dənə L lazımdır ki, alınmış burada fiqur, dördbucaq, kvadrat olsun, düzbucaqlı olmasın. Yəni, kvadrat əmələ gətir, deyir. Deyir, ümumilikdə neçə dənə L lazımdır belə kvadrat eləmək üçün, bunun formasını dəyişib kvadrat eləmək üçün. Biz həmin o L-lərin sayını tapmalıyıq. İndi baxaq görək, nə edərik ki, nə etmək olar ki, bu kvadrata çevrilsin, düzbucaqlı olmasın. Məlum məsələdir ki, kvadratın nəyi olur? Bütün tərəfləri bir-birinə bərabər olur. Düzdür? Orada en, uzun söhbət, hər şey bir-birinə bərabərdir. Yəni, hər tərəf məsəl üçün 10 olsaydı, onda kvadrat alınacaqdı, L-ləri sayıb tez cavabı götürərdik. Hal-hazırda hər tərəf 10 deyil. Hər tərəf bir-birinə bərabər deyil. Bərabər deyilsə nə edərik? Bərabərləşdirərik, düzdür? İndi başlayıb hər tərəfi bərabər eləməliyik bir-birinə. İndi mən bunu biraz xırdalayıram. Görürsünüz, yuxarıya 10 yazılıb. Götürəm, bu tərəfə yazıram 5, görürsünüz, bura qədər. Bu tərəfə də yazıram 5. Bərabər də bir-birinə, düzdür? İndi sol tərəf 6 yazılıb. Buradan bölürəm. Buraya yazıram 3. Burada yazıram 3. Oldu. İndi düşünürəm ki, görəsən bu 3 ilə 5-ə ortaq olan hansı ədəd var? 15-də düzdür, ortaq olan deyəndə hər ikisinə bölünən. 15 deyil, tez düşünürəm ki,
Onda 3 ilə 5-ə ortaq olan 15 ədədidirsə, hər tərəfi nə edərəm? Hər tərəfi 15 olan kvadrat düzəldərəm. İndi yuxarının 15 olmağı üçün bir dənə nə çatışmır? Görürsünüz, buradakı kimi düzbucaqlı. Bir dənə bunu çəksəm belə. Görürsünüz, burada, bu da bir dənə 5 oldu 15. Aşağının 15 olmağı üçün 5 ilə 3 lazımdır. Bizdə 2 dənəsi var. İndi aşağının 15 olmağı üçün çalışsam 1, 2. Baxın, toplayın. 3, 3, 3, 3. 12 eləyir hələ ki, 15 eləməyib. Bir dənə də çəkəcəm. Bu da 3. Axır ki, 15 oldu. İndi buranı birləşdirirəm. Məndə biraz düzbucaqlıya oxşa bilər şəkil. Amma əsas odur, mahiyyətini başa düşün ki, bütün tərəflər bir-birinə bərabər olmuş olur. Görürsünüz, götürdüm. Baxın. Görürsünüz, belə yerləşdirdim. İndi fikir verin. 3, 3, 3, 3, 3. Hər tərəf 15'dir. Burada 15'dir, burada 15'dir. Yuxarıda, indi təbii ki, aşağıda. Fransaya əvvəlcə, aşağıda. 5, 5, 5. Oldu. İndi fikir verin, kvadrat olmağı üçün görək bizim neçə dənə ilə ehtiyacımız var. Biz bilirik ki, görürsünüz, saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənə düzbucaqdan istifadə elədik. Qısa olaraq yine necə tapa bilərdik? 5 3-ə vurub 15 dənə deyə bilərdik. Görürsünüz, 15 dənə düzbucaqdan istifadə elədik. 15 dənə düzbucaqlı. Amma bizdən nəyi soruşur? Deyir, neçə dənə el formalı fiqur lazımdır? Hər bir düzbucaqlını neçə dənə el düzəldirdi? Formalaşdırırdı 2 dənə. Bir bu, bir də bu. Və nəticədə 15 dənə düzbucaqlımız varsa, balaca. Hərəsində içərisində 2 dənə el, 15 vurulsun 2. Bizim neçə dənə elə ehtiyacımız var? 30 dənə. Qutardı, getdi. Deməli, doğru cavabı tapdıq ki, C variantıdır, amma siz bir dəfədə videonu ən yaxşısı geriyə alın, təzdən baxın. Oldu, çünki beyniniz qarışa bilər. Amma diqqətlə baxsaz, əminəm ki, öyrənəcəksiniz. Elə qeyri-adi bir şey yoxdur. Təbii ki, izahını eşidəndən sonra yavaş-yavaş biraz da özünüzü əziyyətə versəz, hər şey çox gözəl olacaq deyə düşünürəm. Əsas odur, mahiyyət nə idi? Bunların hər tərəfini eyni eləmək. Eyni eləmək üçün addım-addım çəkirsiniz, qutarsınız, gedir. Çox böyük ədəd olarmı? Olmaz. Olsa belə bildiniz artıq nə edə biləcəyinizi. Alındı kiçik fiqur. 3'ü 5'ə vurduq, 15 olsun deyə tərəfi. Yerləşdirdik fiqurları. Elə 3'ü 5'ə vuran kimi 15'dən tez sürətdir. Bilə bilərdiniz ki, buralarda 15 dənə fiqur əmələ gələcək. Sonra da götürüb düzərdiniz. Oldu. Yəni 2'yə vurardınız, birbaşa cavabı tapardınız. Keçdik növbəti suala. Belə bir tərəzi sualı. Test bankımızın sualıdır, dərsini keçdiyimiz tələbələrlə. Artıq bu sualı işləmişik, amma mən yenə də izah edeyim ki, yeni qoşulanlar da bilmiş olsun. İrəliyə yığıb təbii ki, keçə bilərsiniz. Sizdən asılıdır. Hətta istəsəz, görürsünüz, YouTube linki kimi göndərirəm sizə. Gizli linklərdə yalnız siz görürsünüz, çalışın, göndərməyin. Başqalarına istəsəz səsimə sürət də verə bilərsiniz, ləngidə də bilərsiniz. Yəni, sizdən asılıdır bunlar. Yazıb ki, hər bir simvol fərqli rəqəm olarsa. Yəni, bu sualı 2017-ci ildə hazırlamışdım. 2017-də söyləyəmsə, hətta 2016-cı il. 2016-cı ildə hazırlamışdım hətta. 2016-cı ildə bu sualı hazırlayanda demək olar ki, heç bir bankda bu böyüklükdə, test bankda belə bir sual yox idi. Yəni, indi sonradan çıxıb artıq əlavə suallar filan. Bu imtahan düşərmi? Düşməz. İmtahan üçün çətindir. Sadəcə olaraq, yəni, öyrənmək üçün önəmli sualdır. Fikir verin, burada nə yazmışam? Yazmışam rəqəm. Yəni, ipucu hissəsi də budur. Bizim maksimum rəqəmimiz neçə olur? 9. 9-dan böyük rəqəm yoxdur. 9-dan böyük gələn 10, 1 və 0 ilə düzəlmiş rəqəmlərdir. Daha doğrusu ədəddir. Beynim qarışdı məndə, hə? Yox, qarışmadı təbii ki. Yəni, təşkil edirəm 0-dan 9-a qədər olanlar rəqəmdir. 9-dan sonra gələn 10 artıq 1 və 0 rəqəmlərindən düzəlmiş ədəddir. Oldu 11-də, 15-də, 100-də bunların hamısı ədəddir. Hərdən planşet elədi ki, sizə açıq etiraf edeyim. Adam danışa-danışa beynində hər hansısa bir məsələni həll eləyir. Bunu ilk dəfədir deyirəm. Deyim, sizin də məlumatınız olsun. Hərdən məsəl üçün özümdə danışdığında görürəm ki, tamam fərqli şeydən danışıram falan. Az əvvəldə elə oldu. Yəni, qar fikirləşirdim, təsəvvürüm, bu günlərdə qar yağmalıdır ona görə. Yəni, adam hərdən, indi bunu sizə niyə deyirəm bilmirəm, yəni fikir gedir planşetdə. Lövhə qarşısında belə olmur təbii ki. Amma sonra toparlayırsan əsas oda. Hərsə, sualı bilmirəm, ona görə fırladıram uşaqlar, fikir verməyin, başladım. Deməli, hər bir simvol fərqli rəqəm olarsa deyir, başlayırıq.
İndi bunun ipucu hissəsini tutmağa. Fikir verirsə 3 dənə simvolun cəmi bir yerdə 17-dir. İndi qollara baxsaq, həmin o 3 dənə simvol buradadır. Bura 17-dirsə, yerdə qalan hər yer 17-dir. Yəni tarazlıqda deyə bura 17-dir, burada 17-dir, düzdür? İndi 17, 17, bura olur 34. Bura 34-dirsə, burada 34-dür. Ona bura 17, burada 17. 34, 34, bura olur 68. Bura 68 ise, burada 68'dir. 2'ye bölürük, 34, 34. Bura 17 olur, burada 17. 17, 17. Bir də baxın, uzatmıram. Eyni bərabərlikdədir də, düzdür? Eyni cərgədədir sanki. Onda rahat-rahat götürüb, bütün hamısına başdan ayağa 17, 17 yaza-yaza gedə bilərsiniz. 17 yazdıq. Bir də fırlanmıram o tərəf bu tərəfə. Çünki tarazlıqda da bütün qollar eyni olmalıdır. İndi davam edirəm. Bundan sonra diqqətlə baxsaz. Bütün qollarda heç olmasa 3 dənə simvol var. Amma yalnız bir dənə qolda burada 2 dənə simvol var. Biz də düşünürük ki, cəmi 17 ola biləcək hansı 2 rəqəm var? Bəziləriniz bəlkə də bayaqki kimi, məsələn 10 ilə 7 falan düşünmüş ola bilərsiniz. Amma şərtdə ipucu hissəsi var idi axı, rəqəm. Düzdür? 2 dənə rəqəmdən gedirsə söhbət, artıq biz bura 10 yaza bilmərik. Çünki 10 ədəddir. Nə bilim 12 ilə 5 yaza bilmərik. Çünki 12 ədəddir. İndi hansı 2 rəqəmin cəmi 17 eləyər? 8 ilə 9-un. İndi bilmirəm, buna 8 yazım, buna 9, yoxsa tərsinə. Amma buna mənə kömək eləyir. Əgər mən ürək işarəsində 9 yazmış olsam, bu ürəkdə 9, bu ürəkdə 9. 18, ona görə bu x -1 olsun. Amma qarışqanın belə müsbət kütləsi var. Biz tərəzidəyik. Götürüb -1 kütlə yaza bilmərik. Ona görə oradan düşünürük ki, məntiqlə bizim ürəyimiz 8-dir, ulduz da 9-dur. İndi ürək 8-dir, 8, 8, 16, x-a nə yazdıq? Artıq yazdıq 1. İndi harada x görürüksə, rahat-rahat gətiririk, biri yapışdırırıq. Görürsə, yapışdırdıq. Harada x gördümsə, yazdım 1. Tələsmirəm, yəni tez cavabı tapmaq üçün getməyəcəm. Ürəkləri 8 görürəm, harada ürək görürəmsə, yazıram 8. Harada ürək görürüksə, yazırıq 8. Laf istəyirsə, rəngimizi dəyişək. Biraz fərqli rəng olsun, olsun mavi. İndi harada ürək görürüksə, yazırıq 8. Görürsünüz, bunları qeyd elədim. İndi ulduzu da tapmışıq deyə, harada ulduzu varsa, rahat-rahat 9 yaza bilərik. Elə ulduza 9 yazandan sonra, burada x-a 1 yazandan sonra qara dairələrdə tapılır. 17-dən 9-u gedib. Neçəsi çatışmır? 8-ə. Deməli, bunların hər biri 4-dür. Eyni şəkildə bu qola baxanda 17-dən biri gedib, 16-sı qalıb, 4-ə böləndə bunların da hər biri yenə olur 4. Onun üstə fərqli bir şey ola bilməzdi. Qara dairə yazdıq 4, 4. Çünki şərtdə yazılıb ki, hamısı bir-birindən fərqli simvollardır, fərqli rəqəmlərdir. Qara dairəni 4 tapdıq, bundan sonra keçirik digər hissələrinə. Əvvəlcə bura baxsam, burada elə bir şey əldə edə bilmirəm, gəlirəm yenə bura. Məsələn, 17-dən 8-i gedib, qalıb 9-u. Onda nə edəcəm? Buradakı ağ dairələrə yazacağım 3, 3, 3 ki, bir yerdə 17 olsun. Harada ağ dairə görürəm, yazıram 3. Buradan bir şey əldə edəmirəm. Gəldim bura. Ağ dairələri bilirəm. Ağ dairə 3-dürsə, 17-dən 3-ü gedib, qalıb 14-dür. Deməli, bura 7-dir, burada 7-dir. 7, 7. İndi buradan bir şey əldə edəmirəm, keçdim sağa. Yəni, bir ora, bir bu tərəfə göndərmişəm sizi burada. A kvadrat oldu 7. 17-dən 4 ilə 7-ni çıxanda, yəni 11-i çıxanda nə qalır? 3 bucağı 6. 3 bucaqlar 6-dırsa, 6, 6, 12, qara ulduz oldu 5. İndi həmin o qara ulduz 5-dirsə, gəlirəm bu tərəfə. 5, 5, 5, 15, dairəyə də nə qaldı? 2. Dairə deməli 2-dir, A kvadrat 7-dir. Ulduz da nə olmuş? Oldu 5. Alt dəfə 2, 12, üstdən 7 gəldik. Çıxanda 3 vurulsun 5, 15-i, 19 çıx 15 olmuş oldu. Y variantı, yəni 4. Bacardığım qədər bunu sürətli dedim. Yəni təşkiləm izah dərslərinizdən də görmüş olacaqsınız onsuzda. Bir çoxunuz da məncə artıq görmüsünüz deyə. İmtahan üçün çətindir, amma öyrənməyimiz üçün önəmli sualdır. Bir də vaxta qənaət önəmlidir deyə bəzi şeylər artıq yavaş-yavaş sürətli keçməliyəm, sürətlənməliyik. Düzdür? Bunu bildik, tullandıq növbəti suala. Kosmik stansiyaya, ekspedisiya üçün 8 mütəxəssisdən 6-sını göndərirlər. İndi bu sual niyə göydür? Yenə ümid edirəm ki, məni söymürsünüz. Amma yenə təkrar edirəm, bu sualların hamısını yəni bir-bir köçürmək əlavə günlər tələb eləyir. Ona görə də yəni
qəşəng seçim. Yəni bunu hamısını bir-bir yaza bilmirəm. Əsas odur ki, izahından yavaş-yavaş görürsünüz bitər. Day qurtarır onsuz da. Bu göy suallardan demək olar ki, daha olmayacaq. Növbəti sınaq xaricində böyük ehtimal ki. İndi kosmik stansiyaya ekspedisiya üçün 8 mütəxəssisdən 6-sını göndərməlidirlər. 6-sını seçmək lazımdır. Deməli 8 dənə mütəxəssisimiz olacaq bizim. Aeronavtika fikir vericisi oxuyamıram. Aeronavtika. Aero yazıram sadəcə. Sonra kosmonaviqasiya sadəcə kosmo yazacağam. Sonra biomexanika. Buraya yazaq bio. Mexanika. Sonra energetika. Bunları aşağıdan yazacağım. 3 yuxarıdan, 3 aşağıdan. Energetika, səhiyyə və astrofizika. Səhiyyə və astrofizika. Astro. İndi 8 nəfərdən 6-sını seçirik. Düzdür, məlum məsələdir ki, bizə hər bu sahədən bir dənə mütəxəssis lazımdır. Ki 6 nəfər olsun. Düzdür, amma 8 nəfərimiz var. Sualı hara qədər oxudum, bura qədər. Bir də belə suallardan çalışın, qorxmayın. Diqqətli olsanız, böyük şeylər rahat olurlar. Bura qədər ayırdım. Bəzi namizədlər, yəni özdə sözlər adama vahiməyə salır. Psixoloji bir şeydir bu da. Qaçmayın şeylərdən. Məsələn, 2019-cu ildə Çerapunzilər falan, Alabesklər kimi tayfa adları verilmişdi. Cənubi Amerikanın falan. Yəni, hamı düşmüşdü dəhşətə. Amma əslində elə bir sual deyildi. Bəzi namizədlər bu ixtisaslardan ikisinə yiyənsələr də uçuşun şərtləri eyni bir mütəxəssisə müxtəlif iş sahələrində çalışmağa imkan vermir. Bu cümlə sizin üçün biraz qarışıq olmuş ola bilər, ona görə belə izah edeyim. Məsəl üçün deyək ki, hər hansısa bir şəxsdir. Məsələn, deyək ki, mən. Mən deməyim, biraz təvazökar olun bu səfərdə, da bezmi istərimdən, bilirəm, hiss edirəm. Küsəcəm hamızdan, ağlayacam axırda. Məsələn, buradakı deyək ki, Fidan. Özümdən atıram, Fidan deyək ki, həm kosmonavtika ilə məşğuldur, həm də bu bio nədirsə ondan, biomexanikadan. Sadəcə uçuş şərtləri icazə vermir. Bunlar həmin o səyahətdə olduqları vaxtda ikisi üzrə, yəni hər ikisi üzrə öz işlərini yerinə yetirsinlər. Hər iki biliklərini göstərsinlər. Qısacası belə deyək. Ona görə bunlar konkret olaraq ya kosmonavt kimi məsəl üçün getməlidir, ya da biomexanik kimi, yəni səyahətə çıxmalıdır. Oldu, bu mənada olan bir cümlədir. Yəni bir şəxs gedib orada iki iş görməyəcək. Oldu. Yalnız bir peşəni, bir sahəni təmsil etmək üçün gedəcək. Bu mənada olan bir şeydir. Oldu. İndi davamında onsuz da çıxacaq. Yəni elə bir problem yaradan deyil bu cümlə bizə. İndi deyir ki, aeronavtın öhdəliklərini Qasım və Namiq. Deməli, Qasımla Namiq aeronavt kimi gedə bilərlər. Yazıram bura Qasım. Bir də kim? Namiq. Çünki bunlar bilirlər. Bununla bağlı öhdəlikləri. Sonra kosmonavigatorun öhdəliklərini Kənan və Fidan. Fikir versə zülüm çəkdim o söz deyəndə. Kənan və Fidan. Görürsünüz, buna yazdım bura. Sonra biomexanikin öhdəliklərində Fidanla Namiq yerinə yetirə bilər. Fidan, Namiq. Görürsünüz, Fidan və yazdıq bura Namiq. Bura qədər gəlmişik. Energetikin öhdəliklərini, fikir versə mən ayırıram həmişə belə şeylər, siz də eləyin. Energetikin öhdəliklərini Davud və Leyla. Yazdıq bura Davud. Çünki cümlələr böyükdür, adam bilmir harda qalır. Davud, Leyla. Yazdıq bura Leyla. Bura qədər də getdi. Həkimin öhdəliklərini Davud və Hikmət. Bura yazırıq Davud və Hikmət. Bu həkimin öhdəlikləri. Bu da getdi. Astrofizikin öhdəliklərini isə Veysəl və Leyla həyata keçirə bilər. Astrofizikada yazırıq Veysəl və Leyla. Şükür, qutardı. İndi baxın, buradakı insan sayılarını saysanız Qasımdır, Namiqdir 2, Kənan 3, Fidan 4, sonra Davud 5, Leyla 6, Hikmət 7, Veysəl 8. Həqiqətində 8 nəfər var. Sadəcə bəziləri universaldılar, düzdür? Məsəl üçün mənim kimi, məntiq informatika, düzdür? Digər müəllimlər eşitməsin. Zarfa deyirəm təbii ki. Amma digərləri hər hansısa bir, nə bilim, öhdəliyi götürüb sahətə çıxa bilər. Çox uzatdım, bilirəm. Gəlirəm indi davamına. Bilirəm ki, sıxılmırsınız. Mən də başımı belə qatıram, uşaqlar, neyiniyim? Deməli, bura qədər ayırmışıq. İndi bəzi mütəxəssislər deyir, bir biliyinə küslü olduqlarından bir komandada getməyə razı olmayacaqlar. Faytdə də, görürsünüz, küsüblər bunlardan. İndi, belə ki, Namiq komandaya seçildiyi halda Fidanla Kənan getməyəcəklər. Görürsünüz, bura qədər ayırdım.
Bunu lap biraz fərqli rəngdən ayıraq istəyirsinizsə. Görürsünüz, buranı ayırıram. Bura qədər. Bu cümlə çünki bizim üçün kulminasiya nöqtəsidir artıq bunlar. Deyir ki, Namiq komandaya seçildiyi halda Fidanla Kənan getməyəcəklər. Veysel seçilsə Kənan getməyəcək. Kimlər ekspedisiyaya seçilməməlidir? 6 nəfərin gedə bilməyi üçün 8 nəfərdən. Biz elə bir seçim həyata keçirməliyik ki, nəticədə o 6 nəfər gedə bilsinlər, yola düşə bilsinlər. Burada da yazıb ki, Namiq komandaya seçilsə Fidanla Kənan getməyəcəklər. O demək ki, biz Namiqi göndərsək 6 nəfərdən bir şəxs kimi. Onda Fidanla Kənanı çıxaq. İndi baxaq görək belə bir şey mümkündür yoxsa yox. Elə bura bir dənə göz gəzdirsəz, görəcəksiniz ki, Namiqi 6 nəfərdən biri kimi seçmək mümkünsüzdür. Ona görə ki, əgər biz Namiqi göndərmiş olsaq, baxın, Namiqi göndərmiş olsaq, Fidanla Kənan küsüldülər axı, düzdür? Bundan. Ona görə Fidanla Kənan getməsin. Fidanla Kənan da getməsə, fikir verin, elə kosmonavigatorla məşğul olan ikicə şəxsimiz var bizim. Bəs bunun öhdəliklərini, bu kosmonavigatorun öhdəliklərini kim yerinə yetirəcək? Heç kim, düzdür? Ona görə də ümumiyyətlə Namiq gedə bilməz, seçilə bilməz. Bizə deyir ki, kimlər seçilməməlidir? Namiq 100% seçilməməlidir. Baxan kimi deyirəm bunu. Yenə təkrar, çünki Fidanla Kənan Namiq getsə getməyəcəklər. Bəs Namiq getsə Fidanla Kənan görə bilir axı bu kosmonavigatorun öhdəliyini. Bunu görəcək başqa bir adam olmadığına görə biz məcburuq ki, Namiqi xoşbəxt eləyək. Namiqi göndərməyək. Oldu, Namiqi seçməyək. Mən ona görə nə edirik? Namiqin üstündən bir dənə xətt çəkirik və mütləq bizdə variantlarda Namiq olmalıdır. Görürsünüz, atırsınız, uzaqbaşı 2 variant arasına qarşı. Görürsünüz, bu boyda sualdır. Elə bir şey yoxdur. Bir dənə sonuncu 2 cümlədən asılıdır. Başqa bir şey yoxdur. Deyir, Veysel seçilsə, Kənan getməyəcək. Kimlərdir ekspedisiyaya seçilməməlidirlər? İndi baxın, elə 2 nəfər var idi. 2 nəfər lazım idi bizə variantlara baxanda. İkisinin adını özü deyib. İndi konkret olaraq fikir verin. Biodan kim gedəcək? Fidan gedəcək. Çünki artıq Namiq getmirsə, biomexanik kimi Fidan getmiş olacaq. Düzdür, birbaşa. İndi fikir verin, Fidan gedirsə biomexanik kimi. Fidan artıq kosmonavigasiyadır, kimdir? Yəni, bu peşə üçün, bu sahə üçün yollana bilməz. Məcburdur onda kim düşsün yola? Kənan düşsün. Düzdür? İndi Kənan yola düşürsə, onda fikir verin, burada nə yazmışdı? Veysel seçilsə, Kənan getməyəcək. Ona görə biz Veyseli seçməyək. Çünki axı baxın, buranı silim. Deyək ki, Veyseli göndərdik. Veyseli göndərsək, gərək Kənan getməsin. Şərtdə verilən əsasən. Kənanı atdım. Axı Fidan, burada Namiq getmir deyə. Görürsünüz, biodan gedəcək. Təzdən Fidan, şərtdə yazmışdı ən yuxarıda. Hər hansısa bir şəxs 2 dənə öhdəliyi yerinə yetirə bilməz. Fidan artıq ona gərək kosmonavigasiyanın öhdəliklərini yerinə yetirsin. Bu da düzgün deyil. Hər hansısa bir şəxs şərtlərə görə yalnız bir öhdəlik götürə bilər. Oldu. Bir də təkrar edirəm. Başdan Namiqə atmışıq. Qaydıram geriyə biraz. Çünki mən sizi görmürəm deyə etibar eləyə bilmirəm bu məsələdə sizə. Namiq əgər getsəydi, Kənanla Fidan getməyəcəkdi. Ona kosmonavigasiyadan heç kim öhdəlik yerinə yetirə bilməyəcək deyə biz məcbur uyduq ki, Namiqi seçməyək. Görürsünüz, Namiqi seçməmişik. Namiq ona görə seçilməməlidir. Oldu, bizə də seçilməyənlər lazımdır. 2 dənə variant arasında qalırdıq. Namiq seçilmirsə, avtomatik Fidan bu öhdəliyi bilən tək adamdır. Ona görə biomexanik olaraq getmiş olacaq. Fidan biomexanik olaraq gedirsə, artıq kosmonavigasiyadan gedə bilməz, o öhdəlikləri yerinə yetirə bilməz, o öhdəliyi kim yerinə yetirəcək? Kənan. Növbəti cümlədə yazıb ki, Veysel seçilsə, Kənan getməyəcək. Biz də baxırıq ki, Veysel seçilməməlidir. Çünki Veysel seçilsə, Kənan da getməsə, bu kosmonavigasiyanın işini görəcək adam qalmır. Ona görə deməli, seçilməyənlər kimlərdir? Bir Veyseldir, bir də Namiqdir. Oldu. İndi baxın, bu boyda suala yazmış ki, Namiq komandaya seçildiyi halda Fidan Kənan getməyəcək. Bir Namiq dişi koryan, bir də Veysel seçilsə, Kənan getməyəcək. Bir də Veysel. Namiq Veysel. Qutardı, getdi. Yəni, bu boyda sual əslində 2 dənə şəxsdən son 2 cümlədən asılıymış. Ona görə gözümüzdə böyütmürük, tullanırıq növbəti suala. Bunu deyirəm ki, normal bir şəkildə sizi qane eləyə bilirəm bu suallarla. Bir faydasının olduğunu düşünürəm hələ ki. Sual əvəzinə deyir, hansı ədəd yazılmalıdır, bizdən deyini istəyir. Baxan kimi deyirəm ki, cavab 9-dur. Hardan bilirəm? Baxın.
Buranın qəşəng yazım. SB-dən çıxıb BC-ni alınıb aşağıda D. Fikir verin, bura heç nə yazmayıb. Yazmayıbsa, deməli yoxdur da bir rəqəm alınacaq burada. Yadda saxlayın ki, 1-2 rəqəmli ədəddən onun tərsini çıxanda həmişə alınan aşağıdakı rəqəmlərin cəmi 9 eləyir. Məsəl üçün, deyək ki, 94 çıxılsın 49. Çıxıram, burada 2 dənə rəqəm alınacaq. Baxın, indi cəmləri 9 eləyəcək. 9-dan 1-ini verdik, 14-dən 9 çıxdıq, oldu 5. 9-dan 1 gelib 8, 8-dən 4 çıxdıq, oldu 4. 4-dən 5 toplanan neçə eləyir? 9 eləyir. Başqa bir ədəd yazın istəyirsə, fərqi yoxdur. Məsələn, 81 çıxılsın 18. 8-dən 1-ini verdik, 11-dən 8 çıxdıq, oldu 3. 7-dən 1-ini çıxanda oldu 6. 1 getmişdə 8. Ona görə 7-dən 1-ini çıxdıq, oldu 6. Fikir verin, 6-dan 3-ün cəmi oldu nə? 9. Deməli, alınan rəqəmlərin cəmi həmişə 9 eləyir. İndi burada bəs niyə bir dənə rəqəm yazılıb? Ona görə ki, bu tərəf 0-dır. Düzdür, bunların ikisinin cəmi 9 eləyirsə D neçədir? D 9-dur. Qutarda cavab Y variantıdır. Bura 0 olduğuna görə bura artıq yazılmayıb bir şey. Boş saxlanılıb. Oldu. İndi deyək gərək biraz da uzun yoldan. Əvvəlcə yeni cavab kimi işarə edirəm. İndi uzun yoldan gəlsəm. CD-ni M-ə vurub elə CD-ni alıb. Bu o deməkdir ki, M1-dir. Yoxsa CD təzədən özü necə alansın? Düzdür? M-in 1 olduğunu bildik. İndi M1-dirsə, tez buradan məntiqdən bir şey çıxır ortalığa. Əgər C-dən B-ni çıxıb 1 alıbsa, deməli C ilə B ardıcıl ədədlərdir. Bunun başqa bir izahı ola bilməz. Çünki baxın, 3-dən 2-ni çıxanda 1 eləyir. 5-dən 4-ü çıxanda 1 eləyir. Nətər 4-cüsü artıq. 9-dan 8-i çıxanda 1 eləyir. Düzdür? Yalnız ardıcıl ədədlərin fərqi 1 eləyər də. Ona görə düşünürük ki, C ilə B ardıcıl rəqəmlərdirlər. Və baxın, C B-dən 1 vahid böyükdür. Düzdür? İndi C B-dən 1 vahid böyükdürsə, fərqi yoxdur. Özünüzdən istənilən bir şey yazın. Məsəl üçün 87. Çıxın indi 78-i. 17-dən 8 çıxanda 9. 8-dən 1 gedib, 7-dən 7-ni çıxanda 0. Qutardı. 0 sadəcə yazılmır. Əsas odur ki, 87-dən tərsini çıxmışıq. Alınan rəqəmlərin cəmi nə verilmiş? Görürsünüz, bir yerdə toplayanda 9-u verilmiş. Oldu. Ona görə birbaşa ilə belə bir şey gördük. 2 rəqəmli ədəddən tərsini çıxanda rəqəmlərin cəmi 9 olmalıdır. Burada rəqəm yoxsa deməli 0-dır. Bu 9 olmalı ki, 0 ilə 9-un cəmi 9 eləsin. Oldu, Y variantı keçdi o birisinə. Bu sual rahat deyə bunu sürətli keçəcəm. Fərqi yoxdur. Ya birincini ikincinin üzərinə, ya da ikincini birincinin üzərinə çəkərsiniz. Və nöqtələrin köməyindən istifadə edin. Ortaq nöqtədir. V-ni götürdüm, çəkdim bura. İndi bu şəkillə buradakı şəkil bir-birindən eyni olmalıdır. Eyni olmağı üçün nə çatışmır? Bu üçbucaq hissəsi var da burada. Düzdür? Bir dənə sol tərəfi çatışmır. Görürsünüz, nöqtədən, bu nöqtədən. Sola doğru bir dənə belə bir xət, bir dənə də sola belə xət var. Onları qeyd eləsək nə oldu? A variantı. Qutardı, getdi. Sonra keçdik növbəti suala. Bu suala, kub sualı. İndi bu kub sualını biraz addım-addım demiş olsam. Bəzi variantları sürətli çıxacağım. Bu səfər çox uzatmayacağım. İxtiyari çevirmə lazımdır bizə. A variantını yoxlamağa çalışsaq. A variantını alındırmaq üçün bizim şəklimizdə yuxarıda X var. Düzdür? Bu şəkli bir dənə özümüzə tərəf çevirsək. Düzdür? Yuxarıdan tutub özümüzə tərəf atırıq. Bir tərəfdən çəkim. 26 dəqiqə çəkməyəcək bu səfər bu kubun izahı. Söz verirəm. Özümüzə tərəf çevirdik. Görürsünüz, gəldi belə bir X dayandı öndə. İndi özümüzə tərəf çevirəndə bu damalı üs harda olur? Artıq altda qalır da, düzdür? Alt hissəsi damadır. Buraya yazıram dama. Düzdür? İndi bunu özümüzə tərəf atanda, baxın, bunu özümüzə tərəf çevirəndə, buradakı qara artıq fırlanır, harda dayanır? Baxın, götürəm bunu, çəkirəm buradan. Qara artıq fırlanır, dayanır burada. Yəni 90 dərəcə yerin dəyişir sanki. Yəni təkrarlayıram, qutunu bir vahid özümə tərəf çevirirəm. Görürsünüz, bura damalı üzün tərəfidir də. Bu hissə oturacaq axı. Görürsünüz, bu hissə oturacaq deyə, altda qalacaq deyə. Ağ hissə aşağıya tərəfdirsə, görürsünüz, ağ hissə aşağıya tərəfdirsə, artıq qara harda qalmış olur? Qara yuxarıda qalır. Burasını biraz təsəvvür eləməyə çalışın. Yəni təkrarlayıram. Götürdüm. Neynədim? Özümə tərəf çevirdim. Onda qara qalxdı yuxarıya. Və özümə tərəf çevirəndə X gəlib öndə dayanır. Yuxarı hissədə arxada gizlənmiş hər hansı bir üz var.
bununla bağlı bir məlumatım yoxdur. Ona görə sual yazıram. Burada çox şey ola bilər. Ona görə sual yazıram. Baxıram, A variantının görünüşü hələ ki alınmayıb. Amma indi bu kubu bir dəfə də sola doğru çevirsək, sola doğru çevirəndə belə olacaq. Onu götürüm çəkim. Çünki nəyə görə sola çevirirəm? Ona görə ki, dama sağdadır bizdə, mənim çəkdiyimdə. Amma A variantında dama hardadır? Yuxarıdadır. Düzdür? Ona görə görürsünüz bunu bir dənə sola doğru atıram, sola doğru atanda elə x qalacaq, mənə baxmış olacaq. Düzdür? Səhvçə deyin, düzdür. İndi sonra nə olacaq? Dama qalxacaq yuxarıya. Görürsünüz, indi buranı çəkirəm. Biraz bura çəkim bunu. 2-dən 3 çəkməliyəm də. Görürsünüz, buradakı bu dama olduğu kimi bir dənə sola fırladın. Bu çərçivənin arasındadır. Görürsünüz, ən bu uzaq küncündədir də. Buranı silmə əvvəlcə. Fırladanda düz gəlir, dayanır belə. Oldu. Lap buradan da dayanıb baxa bilərsiniz. Görürsünüz, x-in yuxarısına necə dayanır? Bura ağ hissə gəlməlidir. Bu da sol yuxarıda dayanmalıdır. Düzdür? İndi x-in yuxarısına baxın, həqiqətən də. Ağ hissə gəlməlidir, sol yuxarısında dayanmalıdır. Oldu. İndi bunu belə eləyən kimi altda qalan bu dama-damalı, ağ-qaralı, şahmat damalı hissə sola fırladanda nə olur? Artıq gəlir sağ tərəfdə, burada görsənir. İndi burada necə görsəndiyini bilməyim üçün tələsmirəm. Sizin kimi birbaşa çəkməyə çalışmayacağam. Əvvəlcə 4 yerə bölürəm, sonra biraz dayanıb fikirləşirəm. İndi baxıram ki, baxın, burada qara var idi, düzdür? Bura ağ gəlirdi, sonra nə olurdu? Bura qara olurdu. İndi fikir verin. Qara var idi, ağ gəlir, sonra nə olmalıdır? Bura qara. Bura qaradırsa, çarpaz formada qara olur da bir-birindən. Qutardı getdi, burada qaradır. Görürsünüz, belə sürətli bir şəkildə bildim. İndi A variantına baxın, hər şey qaydasındadır. Qutardı getdi. İndi bir də təkrarlayıram, biraz təsəvvür etməyə çalışın. Özümüzə tərəf fırlatdıq bir dəfə. Gəldi, alındı bu. Sonra nə etdik? Bir dənə sola aşırdıq. Sola aşırdıq, həqiqətən də bu alınacaq. Ona görə doğru cavab oldu A variantı. İndi bəzi variantları sürətli ata bilirik. Necə atacağıq? Əvvəlcə A-nı elə işarəli formada saxlayım. Məsəl üçün B variantını baxan kimi qəşəng-qəşəng xoşunva eləyə bilərsiniz, qaralaya bilərsiniz. Oldu. Baxın, çünki buradakı qara, fikir verin, gəlib bu dama-dama olan üzün çərçivəsinə heç bir yerə birləşməyib ki. Düzdür? Amma fikir verin, B variantında qara gəlib birbaşa birləşib digər qaralara. Görürsünüz, birləşib, toxunub. Amma bura boşluq qalmaydı, məsafə qalmaydı aralarında. İndi deyə bilərsiniz ki, bəlkə fırlananda elə olub. Yadda saxlayın ki, hara fırladırsınızsa fırladın, bir-birindən yanbayan dayanan üzlər var ha. Onların bir-birinə baxış forması mümkünü yoxdur. Ömrü boyu dəyişə bilməz. Oldu. Ona görə B variantını baxan kimi atırıq gedir. Sonra digər variantlardan D-yə də baxan kimi atıram. Yenə fikir verin, bu qara dama yenə təkrarlayıram. Görürsünüz, bu ağ boşluq qədər məsafə qalmalıdır. Digər üzə birləşməməlidir. Digər üzün çərçivəsindən işi yoxdur bunun. Oldu. Amma bu qara damaya baxın, gəlib yenə o damalı çərçivəyə birləşib. Amma o çərçivədən qopmalıdır o. Burada ayrı dayanmışdı axı. Ona görə D variantı da heç bir şəkildə cavab ola bilməz. İndi qalıb silmədiyimiz bir C variantı, bir də Y variantı. C variantını artıq baxan kimi atıram. Çünki fikir verin, yuxarıda belə bir qara dama olanda mən A variantını artıq düzgün götürmüşəm. A variantı kimi aşağısında X olmalıydı, sağ tərəfində də damalı üz olmalıydı. Düzdür? Amma C variantında belə verilməyib. Ona görə C variantını ata bilərsiniz. Yenə təkrarlayım, deyə bilərsiniz, bəlkə o tərəfdən baxanda elə olur. Olmur. Birə-bir elə yuxarıdakı kimi, buradakı kimi dayanıbsa, biz A-nı düzgün götürmüşüksə, artıq mütləq üzlər bu vəziyyəti almalıdır. Oldu. Eyni mövqedə dayanıb, yenə eyni bir şəkildə olmaz. Bir də kubun bütün üzləri də bir-birindən fərqlidir. Ona görə belə bir şey mümkün deyil. C-ni atdıq, bir dənə qaldı Y variantı. Y variantını da bilməyim üçün burada yaratdığım bu şəkil var ha, yəni A variantı. A variantını bir dənə özünüzə tərəf çevirin, ya da özümüzə tərəf yox. Burada aşağıdadır qara. Bunu necə çevirək ki, həmin vəziyyəti alaq, həmin vəziyyəti rahat görək. Bir dənə elə yaxşı, özümüzə çevirək ən birinci. A variantını. Özümə çevirəndə ən birinci nə edirəm? Önə gətirməyə çalışıram onu. Qara nöqtəni ki, Y variantından sonra gəlib çıxaram.
Önə gətirdim, qara gəldi, yuxarıda dayandı. Düzdür, önə gətirəndə x aşağıdadır, görsənmir. Dama-dama olan üz sağ tərəfdədir. Görürsünüz, bu formadadır. Dama-dama olan üz. Gördüm, səhv çəkirəm. Fikir verin, 2 dənə ağ. Boşluq yaranmış olur belə olanda. Amma bizdə necə idi? Bir dənə boşluq, bir dənə qara. Görürsünüz, bir dənə boşluq, bir dənə qara. Dama-dama olan üz belə dayanacaq artıq. Çevrilir axı, düzdür? Yuxarıda da arxasında bilmirəm axı nə var. Bilinməyən, görsənməyən bir dənə üz gəlir, çıxır, dayanır burada. Düzdür? İndi Y variantının vəziyyətini alındırmadım. Düzdür? Sonra sürətli də deyəcəm, necə çıxa bilərsiniz birbaşa. Y variantına baxan kimi birbaşa atmaq olar. İndi bunu bir dənə də mən sola doğru çevirsəm, düzdür? Dama-dama olan bu üzü yuxarıda görməyim üçün. Sola doğru çevirsəm, artıq bizə baxan, görürsünüz, bu üzün vəziyyətini yaratmağa çalışıram. Gəlir, dayanır bu vəziyyətdə. Yəni Y-dəki kimi vəziyyət alınır və buradakı bu dama-dama olan üzüm gəlir, dayanır yuxarıda. Görürsünüz, gələcək, dayanacaq burada. Yəni bu vəziyyətdə. Və görmüş oluruq ki, bu üz burada olanda yuxarıda damalı üz olur. Amma çox uzatdım. Bu xoşuma gəlmədi. Ona görə qısa olaraq hardan bilə bilərdim? Yenə Y-nin səhv olduğunu. Oradan bilərdim ki, fikir verin, A variantını düzgün cavab götürmüşəm. Bu isə belə L formasında boşluq olanda, yenə bu qara olan üzün yan bayan üzləri hansı olur? Görürsünüz, bu boşluq hissələrə birləşən. Biri X, biri damalı üz. Görürsünüz, baxın, bu L hissəsi. Boşluq hissəyə birləşən, bir bura, bir də bura. Biri X olmalıdır, bir də mütləq nə olmalıdır? Damalı üz. Amma Y variantında nə bura, nə də bura. Heç biri bizim yuxarıda şəkildə gördüyümüz üzlər deyil. Ona görə Y variantını yenə rahat-rahat ata bilərsiniz. Yeni də atdıq, qaldı A variantı. Yəni təkrarlayıram, kubu keçəndən sonra siz rahat-rahat bu kimi sualların falan hamısının təsəvvürünü formalaşdırıb vərdişə çevirə biləcəksiniz. Dilim çaşıb bilməyəcəksiniz deyirdim yenə. Ona görə özünüzü qorxutmursunuz, öyrənəcəyiz şeylərdir. Həqiqətən, yəni belə şeyləri siz inanmıram, səhv eləyəsiniz. Təbii ki, özünüzü qorxudub, yəni öyrənmiş olsa, öyrənməmiş olsun, nəysə, bu cümləni keçin, buranın montajı keçərik, keçdik növbəti suala. Siz bildiniz mən nə demək istəyirəm. Deməli, münasibətlərdən istifadə edərək müsbət ədədləri deyir, göstərin. Daha doğrusu, münasibətdən istifadə edərək müsbət ədədləri göstərən 10 hərfi artma sırası ilə düzün. Sırada 7-ci yerdə hansı hərf olacaq? Deməli, burada 10 dənə hərf var. Hamısı da müsbət ədədlərdir. Müsbət ədəd neçədən başlayır? 1-dən. 0 nə müsbətdir, nə mənfidir. Olduğu mərkəz nöqtədir o. Başlanğıcdır. Ona görə 0-la işimiz yoxdur. Deməli, burada minimum 1 yaza bilərik, maksimumda sonsuzluğa qədər. Əsas odur ki, bilin ki, müsbətdirlər. Hərfləri sıra ilə belə düzəcəyik. Artma sırası ilə, soldan sağa. Və sırada 7-ci yerdə hansı hərf dayanacaq, onu seçəcəyik. Oldu? İndi başlayaq, görək nə edə bilərik. Məsələn, elə birincidən istifadə eləsəm. Baxın, burada M çıxılsın Z yazılıb, kiçikdir 0. M çıxılsın Z, kiçikdir 0 yazılıb. Düzdür? Mənfi Z-i sağa ata bilərəm. Mənfi Z-i sağa atsam, müsbət Z olacaq. Alınacaq M, kiçikdir Z. Oldu? Görürsünüz, belə bir şey alındı. Düşük aşağıya, buraya yazıb 2Y, 2 dənə E hərfi, yəni 2 vurulsun E, bərabərdir Y plus F. Bunu görən kimi mən tez nəyi düşünürəm? Gəlirəm bu tərəfə, buradan yazacağım onu. Baxın, 2Y bərabərdir Y plus F. Yadda saxlayın ki, belə bir şey veriləndə burada olan hərf var ha, burada olan hərf. Bunlardan birindən böyük, birindən kiçik olur. Bu da nəyə görə belədir? Məsəl üçün siz buradan Y-ni tapa bilərsiniz. Y nəyə bərabərdir? Y plus F bölünsün 2-yə. Ədədi ortadır da, düzdür? Toplayıb 2-yə bölünmək. İndi hər hansısa bir özünüzdən ədəd atın Y ilə F-nın yerinə. Məsəl üçün yazdıram Y-yə 1, F-yə də 3, bölünsün 2. Alındı Y, 2. Düzdür? İndi fikir verin, Y 2 olanda birindən böyük olur, birindən kiçik olur. Fərqi yoxdur, nə yazırsınızsa yazın. Başqa bir şey yazaq. Deyək ki, 10 olsun, bir də, məsəl üçün, 16 olsun. Görürsünüz, özümdən atdım.
10 ilə 16-nın cəmi 26, 2-yə böldük, oldu 13. İndi fikir verin, y 13. Yenə birindən böyükdür, birindən kiçikdir. Yəni, ədədi ortadır da, düzdür? Yuxarıdakı ədədə və əvvəldəki ədədə yaxın ortalama bir ədəd deməkdir bu. Ona görə də 2y bərabərdir y plus f hissəsindən mən tez nəyi tutdum? Bunu misal üçün yazdım uşaqlar özümdən ki, əlavə bir şeylər öyrənə biləsiniz deyə. Qrafik, diaqram, hər yerdə lazım olur belə şeylər. Bir də hesab əməlləri ilə bağlı imtahana düşsə, ən çətin suallardan biri kimi düşə bilər bu. Amma indi diqqətlə baxsa çox qəşəng sualdır həqiqətən. Elə bir şey deyil. 2y bərabərdir y plus f, düzdür? Mən indi bilmirəm, özümdən atıram. Məsələn, bu 1 olsun, bu 3, düzdür? Onda bu 2 olur. Amma bilmirəm axı, bəlkə bu 3'dür, bu 1'dir. Y ilə f-dən hansının böyük, hansının kiçik olduğunu deyə bilmirəm. Amma bir dənə diqqətlə bura baxsaq biz, şərt hissəsinə qayıtsaq, buranı silə bilsəm, qayıtsaq. Burada fikir verin, burada verib də bizə. Nə yazıb? Yazıb y kiçikdir f-dən. İşimi rahatlaşdırdı. Görürsünüz, baxın, y əgər f-dən kiçikdirsə, fərqi yoxdur. Özünüzdən istənilən ədəd atın. Məsəl üçün, f yazıram 10, y-də 4. 4 ilə 10'un cəmi neçə eləyir? Görürsünüz, 2 vurulsun y bərabərdir 14. Y neçə oldu? 14 bölünsün 2, 7. Və yaxud da nəyi 2'yə vuranda 14 eləyir? 7'ni. 7 oldu 7. İndi əsas odur ki, bu rəqəmləri yazdıq. Nə baş verdi? Y hərfindən, yəni 4'dən E hərfi böyükdür. E yəni 7'dir. Düzdür? F də E-dən böyükdür. Oldu? 10. Əsas odur bildik ki, F E hərfindən və Y hərfindən böyükdür. İndi deyə bilərsiniz ki, bəs nə bildik? 4'dür, 7, 10'dur. Bilmədik. Baxın, niyə silirəm? Fərqi yoxdur, istənilən ədəd yazın. Bu şərti hardan çıxarmışam? Buradan. Görürsünüz, bu hissədən. İstifadə elədim. İstənilən ədəd götürüb yaza bilərsiniz. Götürün, yazın məsəl üçün 8 və 12. Nə yazırsınızsa yazın. 8 ilə 12'nin cəmi 20'dir. Məli y də 10'dur ki, 2'yə vuranda 20 eləyir. Yenə nə baş verdi? F y-dan böyükdürsə, düzdür? Elə buradan bir kənardan yazım. Y 8'dir. 8'dən böyük 10 var. Bu oldu E hərfi. Ondan da böyük F var. Çünki 12'dir. Qutardı. Nə ədəd yazırsa yazın, rahat-rahat buradan artıq müəyyənləşdirə biləcəyiz. Hansı böyükdür, hansı kiçikdir. Və belə olanda nəyi bildik? Biz onu bildik ki, görürsünüz, buradakı hərf. Bunların birindən böyük olacaq, birindən kiçik. Nəticə etibarilə şərtdə özü veribsə bunu, tez neyəcəm? E hərfini götürüb ortalarını yazacağım. Fikir verin, E hərfi ortalarındadır. Birbaşa rahat-rahat tapmaq olur ki, Y kiçikdir, E kiçikdir, F. İndi bir kənardan bunu almışam deyə yazıram. Yazıram yuxarıdan. Y kiçikdir, E kiçikdir, F. Bir də çox sürətli həll olunan sual da bu uşaqlar. Yəni mən uzun uzadıram deyə siz deməyin ki, yəni bunu siz bu qədər dəqiqə izah edirsiniz. İmtahanda necə olacağı bu. Sadəcə mən yəni qaçmıram hər sualda. Bəzilərində ola bilər, məsələn təsirmiş ola bilərəm, amma yəni xırdalamağa çalışıram deyə sizi yəni biraz yormuş ola bilər bu. Sonra davamında, saat da burada erişib qalıb, davamında. Görürsünüz, bunu əldə elədik. Keçirəm, burada bir dənə də buradakı kimi belə bir şərt var. Bunu biraz böldüm. Buradakı kimi şərt var. İndi bu şərtlə bu şərtin bir-birindən nə fərqi var ki, eyni şeydir də. Götürürəm həmin o şərti. Yazıb ki, F plus K bərabərdir 2-dir. Yenə baxan kimi buradan nə nəticəsini çıxaracaqsınız? Biləcəksiniz ki, D ya F-dən böyükdür, K-dan kiçik, ya da K-dan böyük, F-dən kiçik. Ədədi ortadır da burada. Fikir verin, D-ni tapanda yenə nə edirik? D bərabərdir F plus K bölünsün 2. Düzdür? İndi bilmirəm, F böyükdür, yoxsa K böyükdür. Yenə bunu burada verib. Yəni, çox şeyi verib burada. Fikir verirsə, hətta demək olar ki, balaca bir şey saxlayıb bizə. İndi burada fikir verir ki, biz K F-dən böyükdür. Özünüzdən fərqi yoxdur, nə yazırsınız yazın. Məsəl üçün, K F-dən böyükdür. Yazarıq buna 6, buna 4. 4 ilə 6'ın cəmi 10, 2'yə böldük 5. Buradan nə nəticə çıxardıq? İstənilən rəqəm yazın, ha, bu sizdən asılıdır. Buradan nə nəticə çıxardıq? O nəticəni çıxardıq ki, biz deməli, F-dən böyükdür bizim D-miz.
D-dən də böyükdür K-mız. Qutardı. Görürsünüz, bunu da tapmış olduq. 1, bu və bunu tapmışıq. Düzdür? Bir də bunu tapmışıq. İstəsəz bunları bir-birindən əlaqələndirə də bilərsiniz. Yəni, bir problem yoxdur. Lap istəyirsinizsə, yavaş-yavaş düzək. Görürsünüz, F-dən böyük D-dir, D-dən böyük K-dır. Düzdür? Fikir verin, burada yazıram hamısını yuxarıda. F-dən böyük D, D-dən də böyük K. Bunu da yazdım. Buranı silirəm indi. Təmiz həll elədiklərim. Bunu təmiz həll eləmişəm. Buna təmiz həll eləmişəm, buna təmiz həll eləmişəm. Amma bir gözüm mütləq hansılardadır? Bunlardadır. Bunlardan istifadə edib tez bazar düzəldə bilirəm çünki. Bir dənə qaldı bu. G bölünsün H kiçikdir. B bölünsün H-dan. Bu da kiçikdir 1-dən. 1-dən kiçik olan, 0-dan böyük olan müsbət ədədlər hansılardır? Kəsr ədədlər. Məsəl üçün 4-də 3, 5-də 2. Özünüzdən fərqi yox, nəsə bir ədəd yazın. Bura məsəl üçün mən B-yə 4, H-a 2 yazanmaram. Çünki 4-ü 2-yə böləndə 2 eləyəcək. 2 artıq 1-dən kiçik deyil. Ona görə mən düşünürəm ki, aşağıya böyük bir şey yazmalıyam. Məsəl üçün 5. Yuxarıya kiçik bir şey. Məsəl üçün yuxarıda yazım 3. Görürsünüz, yazdıq. İndi H5-dir. Artıq bu tərəf kiçik olmalıdır axı. Düzdür? Ona görə burada məsəl üçün atıram, olsun 2. Görürsünüz, 5-də 2-dən böyükdür, 5-də 3, 5-də 3-dən də böyükdür 1. Yəni, sadəcə neynədik? Rəqəm yazdıq. İndi burada nə nəticə əldə edə bilərik? H böyükdür B hərfindən, düzdür? B də böyükdür nədən? G-dən. Görürsünüz, B də böyükdür G hərfindən. Belə bir şey aldıq. İndi bunu neynəməliyəm? Bunu da qaldırıb buralarda uyğunlaşdırmalıyam. Düzdür? İndi uyğunlaşdırmağa çalışsam. Fikir verin. H nədən kiçikdir? Y-dən kiçikdir. Elə buradan düzərəm də. Yazıram bura H. H-ın da solunda nələr varsa bunları qeyd edirəm. H-ın solunda. Bu yaza bilsəm bura. B var. Bir də G var. Bunu da qeyd elədim. Qutardı. Oldu. Sonra baxaq görək neçə dənə hərfimiz oldu? 1, 2, 3, 4, 5, 6, 7 isə hələ ikisi çatışmır. M-lə Z-in yerini yazmamışam. Bunları da yazsam qutardı getdi. Elə yenə bura baxın. M nədən böyükdür? K-dan böyükdür. K-dan böyük, M-i qeyd elədim. Burada da nə almışdım? M kiçikdir Z-dən. Bunu da qeyd elədim. İndi saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bütün hərflərim var. Bütün hərflər arasında əlaqəni qura bildik. Sizdən sadəcə bir şey xahiş edəcəm ki, diqqətlə bir də baxın. Çünki inanıram ki, siz bunu rahat biləcəksiniz yəni. Və bu sual qəbulda olub. Yəni çətin sual deyil. Yəni imtahana düşmə şansı var. İstəmərəm ki, yəni siz bunu boş keçirəsiniz. Mən görürəm ki, hərdən çünki bəzi hərfli suallar falan var ki, siz onu qorxub ümumiyyətlə ahvaya düşüb heç qulaq asmırsınız axıra qədər. Orada itirirsiniz. Amma buna qulaq asın diqqətlə. Mümkün yoxdur, siz bunu sökəcəksiniz imtahanda. Oldu. İndi bizdən deyir ki, sırada 7-ci yerdə hansı hərf olacaq? Sadəcə sayırıq. 7-ci yer 1, 2, 3, 4, 5, 6, 7. Hansı hərfdir? D hərfi. Hardadır? A variantında qutardı, getdi. Doğru cavab bildik. A variantı keçdik növbəti suala. İndi bu sualda açılış verilib, bir fəza fiqurudur. Biz də bu qutunu yığmalıyıq. İndi bu qutunu yığanda baxaq görək necə yığarıq. Məsələn, variantları bir-bir yoxlamış olsaq. Buradakı boz üçbucaq gəlib buraya yapışacaq da, düzdür? Yapışacaq. Burada olacaqsa, aşağısına dayanacaq bu. Hansı üzdür? Ağ üzdür. Yəni, bozun aşağısında mütləq nə olmalıdır? Ağ üz olmalıdır. Yəni, təkrarlayıram, buradakı bu ağla, görürsünüz, üçbucaq. Bu tərəf bura birləşəndə, bu boz üçbucaq, bu ağ üzün yuxarısına dayanacaq. Düzdür? Deməli, boz üçbucağın aşağısı ağ olmalıdır. Baxaq görək, bozun aşağısı ağ var. Burada bozun aşağısı, bir dənə boz rəngi var idi də burada. Düzdür, birə-bir boz. Bozun aşağısı ağ olmalıydı. Ona görə deyəni atdıq, getdi. Digər variantlarda hələ ki, düz gəlir. Düzdür? Sonra başqa görək nə edə bilərik? Başqa. Hə, indi başqa digərlərinə baxmış olsaq. Elə bu boz üçbucağın davamı ilə getsəm. Yəni, davamını həll eləməyə çalışsam. Baxın, düz bu boz üçbucağı elə buradan çəkim. Buraya yazım boz. Dedik ki, hara birləşir? Bu ağa birləşir. Görürsünüz, ağ hissəyə birləşdirdim. Düzdür? Sonra elə bunun sağ tərəfinə baxsaq, bunlara baxsaq.
Bunlar necə birləşiblər? Bir dənə qara üçbucaqdır. Qara üçbucaq. Aşağısına da bir dənə üçbucaq olan üzdür. Görürsünüz, üçbucaq olan üz. Bunu qeyd elədim bu formada. İndi elə bunun sol tərəfinə də baxa bilərəm. Boz üçbucaq bura birləşəcəksə, sol tərəfində qara üçbucaq var. Sadəcə görürsünüz, çəkirəm. Qara üçbucaqdır. Həmin o qara üçbucaq boz ağa birləşibsə, qara hara birləşir? Qara yenə gəlib bura birləşir. Düzdür? Yəni bu tərəfində də mütləq belə bir şey olmalıdır. Götürdüm. Bunu qeyd elədim. Düzdür? Ondan sonra baxın, davamına keçmiş olsaq, buranı bir də göstərim, artıq gözünüz qarışmış ola bilər deyə. Deməli, boz gəldi, bunu apardı, bu qara gəldi, bura birləşdi, artıq ağ gəlib hara birləşməlidir? Buna birləşməlidir. Düzdür? İndi bu tərəfdə əgər davamı olsa, davamını çəkməyə çalışsaq, ağ gəlib nəyə birləşəcək? Belə bir üzə birləşəcək. Oldu. Görürsünüz, hal-hazırda bunu çəkdim burada. Görürsünüz, gəlib belə bir şey birləşməlidir. Yenə davamını təbii ki, çəkə bilərsiniz. Oldu. Yəni, artır-artır gedə bilərsiniz. Sadəcə variantlara baxsaq, biraz artıq daha sürətli ola bilərik deyə, çox artıq o tərəfə doğru uzatmıram. Gəlib, məsəl üçün, Y variantına baxmış olsaq. Y variantı nəyə görə səhvdir? Ona görə ki, fikir verin, Y variantında belə bir qara üçbucaq oturacaqda. Qara üçbucağa birləşib. Amma fikir verin, bizim həmin o qara üçbucağımız budur. Görürsünüz, Y variantındakı budur. Və o nəyə birləşib? Fikir verin, buradan çəkmişəm. Ağ üçbucağa birləşib. Ona görə Y variantı olmaz. Həm o da bir qırağa, o da bir qırağa. Y variantını başqa hansı səbəbdən silə bilərik? Fikir verin, bu boz aşağısında ağ olan boz üçbucaq aşağısında ağ olan üz. Görürsünüz, boz aşağısına ağ olan üz. Soluda, sağda eyni üzlərdir. Düzdür? Amma bu tərəfdə elə deyil axı. Belə verilsəydi, onda düzgün ola bilərdi. Ona görə Y variantını atdım, getdi. Sonra gəldik, C variantı qalıb bizdə, B variantı qalıb, bir də A variantı qalıb. Yine bunların vəziyyətini müəyyənləşdirmək istəyiriksə, adicə deyək ki, hansına baxım. Məsəl üçün olsun bu. Görürsünüz, C variantına baxsaq. İndi C variantında bu üz. Düzdür? Deyək ki, əgər buradakı üz olmuş olsa, buranın rəngini dəyişim. Buradakı üz olmuş olsa. Görürsünüz, ayıram buranı. Solunda mütləq nə olmalıydı? Solunda yuxarısı boz olan üçbucaq olmalıydı. Buna görə C variantı səhv ola bilər. Amma tələsmirik. Bilmirik axı, 2 dənədir həmin vəziyyət yarada biləcək şəkli bizdə. Görə silirəm. Əgər bu olmuş olsa, buradakı üz. Ona düz soluna baxın. Düz solundakının oturacağındakı fiqurda nə olmalıdır? Oturacağındakı kağızda qara üçbucaq olmalıdır. Amma bizdə nə verilib? Belə bir qara üz verilib. Oldu. O görə heç bir şəkildə C variantda olmaz. C variantında atırıq gedir. Gör, C-də getdi. Qalıb indi bir A variantı, bir də B variantı. İndi gəldik A variantına baxsaq. A variantında fikir verin. Gör, bu hissə elə buradır. Burada hər şey qaydasındadır. Düzdür, bu ikisi də boz aşağısı ağ, qara üçbucaq aşağısı qara üçbucaq. Qaldı bir dənə bunların sol tərəfi. Sol tərəfinə baxanda yine oturacaqdakı kağız tam qara deyil axı, amma A-da tam qara verilib. Ona görə A variantda doğru cavab deyil. A-nı da götürdük, atdıq, getdi. Atdıq, A-da getdi. Qaldı nə? Qaldı bir dənə B variantı. B variantında artıq hər şey qaydasında olmuş olacaq. Fikir verin, bozdu aşağısı ağdır. Sağında qara üçbucaq, qara üçbucaq. İndi baxın, bozdu aşağısı ağ. Sağında qara üçbucaq, qara üçbucaq. İndi bu tərəfdə sağda ağ üz, aşağısı qara üz. Elə fikir verin, bu kənarlar bir-birinə birləşir həqiqətən də. Kənarları bir-birinə birləşdirsəz, bura nə olacaq? Gələcək dayanacaq burada. Qara üz, görürsünüz, yuxarısında da ağ üçbucaq. Həqiqətən. Burada da qara üz, yuxarısında da ağ üçbucaq. Ona görə nədir? Doğru cavab B variantıdır. İndi deyək ki, bu biraz uzun olmuş oldu. Hardasa bizi bezdirici bir şey oldu. Başqa cür nə eləyə bilərsiniz? İndi biraz da sürətli getmiş olaq.
Ümumi nəyi harda çəkə bilərik deyə bunları bu şəkildə yazdıq. Düzdür? İndi hardasa biraz sürətli olmağa çalışsaq, necə eləmiş olacağıq? Birinci hissələrə böləcəksiniz sualı. Ümid edirəm ki, bura qədərə baxmısınız. Yəni sualı ötürməmisiniz. Birinci hissələrə böləcəksiniz. Yuxarı hissə, bir də aşağı hissə. Yuxarı hissəyə baxıram mən birinci. Üçbucaqlara. Aşağı ilə işim yoxdur. Oldu. Ancaq yuxarılarına əsasən baxıram. Bozdur, solu qara üçbucaq, sağı ağ. Görək belə bir şey olur. Boz, solu qara üçbucaq, solu ağ. Uyğun gəlir. Görürsünüz, A-nı hələ ki, Y-ni hələ ki saxlayıram. İndi digəri. Boz, qara, ağ. Düzdür? İndi baxaq. Boz, qara, ağ. Oldu. Deyində saxlayıram. Yəni hissə-hissə həll eləməyə çalışacaqsınız. Sonra digəri. Bu sizdə çapda görsənmir. Bu da solğun bozdur. Solğun boz var burada belə. Solğun boz, ağ, qara. Gör, solğun boz. Bu tərəfdən dayanıb baxsaz. Sağa doğru hərəkət eləyəndə. Ağ, qara. Üçbucaq hissəsi düz gəlir. Yuxarıdakıları da bir-bir yoxlasaq. Boz, qara, ağ. Ağ, qara, boz. Görürsünüz, ağ, qara, boz, boz, qara, ağ. Hər şey düz gəlir. Oldu. Bununla bağlı bir səhvlik olmadı. Ola bilərdimi? Bəli, ola bilərdi. Və başqalarında 2 dənə qara yan bayan verəcək. Və yaxud da 2 dənə ağ yan bayan verəcək. Siz birbaşa çıxacaqsınız. Oldu. Burada 2 dənə ağ deyil. Biri solğun bozdur, digəri ağdır. Oldu. İndi qaldı aşağı hissələrinə baxmaq. Aşağı hissələrində də yenə bir-birlərinin yan bayan olma məsələsinə görə baxacaqsınız. İndi bir dənə Y variantına diqqətlə baxanda, baxan kimi aşağı hissələrinə görə birbaşa çıxmaq olur. Ona görə ki, fikir verin. Bu qara üçbucaq var ha, qara üçbucaq. Gör, sol tərəfi də ağdır, bu tərəfi də ağdır. Heç bir şəkildə bir qaraya birləşmir. Düzdür? Amma Y variantında bu həm tərsinə çevrilib, həm də gör, bir tərəfində qara olan hissəyə birləşib. Amma fikir verin, burada bizdə şəkildə bu hissəsi də ağdır, bu hissəsi də ağdır. Bunun heç bir təpə nöqtəsi belə yan tərəfdəki bu üzlərdən heç birinin qara üçbucağına toxunmur. Ona görə Y variantını rahat-rahat götürüb ata bilərsiniz. Sonra D variantını da baxan kimi çıxıram. Ona görə ki, bu üçbucaq buradadır, düzdür? Bunun düz sağında belə bir üz olmalı ikən nə verilib? Ağappaq üz verib. Ona görə bunu da atdıq. Görürsünüz, belə daha rahat olur. Sürətli çıxa bilirsiniz. Sonra keçdik C variantına baxmağa. Görək C variantı ola bilər, yoxsa yox. İndi C variantında görürsünüz, ağ üzün düz sağında qara üz var, tam qara, qapqara. Qaranın da sağında nə var? Belə qara üçbucaq var. Amma baxın görün, bizim bu qara üzün sağ tərəfində, düz sağında elə qara üçbucaq var. Yox da, düzdür. Rahat-rahat deyə bilərsiniz ki, bu da getdi. İndi siz belə olanda fikirləşirsiniz ki, bəlkə biz bu şəkli götürüb fırladıb o tərəfdən baxanda olacaq, olmayacaq. Ya da saxın ki, yan bayan üzlərin vəziyyəti dəyişməz. Oturacaqdan baxanda düz bu üzün sağı bizdə ağdırsa, sağ tərəfi ağdırsa, mütləq oturacaqdan baxanda bu üzün sağ tərəfi ağ olmalıydı. Ona görə seni də sürətli bir şəkildə atdıq, getdi. İndi eyni şəkildə baxın, A variantında da sağ tərəfi ağappaq olmalıydı, özünə birləşən birbaşa. A-nı da atdıq, nə qaldı? Doğru cavab oldu. B variantı. Və işimizi çətinə salmadan sürətli cavabı tapmış olduq. Yəni, yanbayan üzlərin vəziyyəti ilə rahat-rahat gəlib cavabınızı müəyyənləşdirib, tapıb, növbəti suala keçə bilərsiniz, həm də vaxt itirmərsiniz. Sadəcə ilk dəfə olduğuna görə mən yavaş-yavaş maksimum dərəcədə xırdalamağa çalışdım. Keçdik növbəti suala. Bu sualı çox uzatmayacağım. Ən birinci yuxarıda bunları təməlli eləmədən xəttlərinin sayını yazırsınız. Burada 3-dür, burada 1, 2, 3, 4-dür. Sürətli bir şəkildə yazıram 4, 5, xəttlərin sayını yazıram sadəcə. 2, 4, 4, 2, 3, 1, 2, 3, 4, 5, 2, 4. Bir də çalışın düz sayın. Nəysə səhv saydısa getdi o sual. Oldu. Çərçivəsinə birləşən xəttləri sayırıq sadəcə. Elə bunu da mavi ilə yazaq yazmışkən. Sonra burada 5, burada da 5. 1, 2, 3, 4, 4, 4, 4, 3, 2, 4, bura 2'dir, bura 2'dir, bura 3'dür. Hamısını yazdıq. Yuxarı ilə uyğunlaşdırmalıyıq. Görək, nə edə bilərik. İndi birinci xətt sayı az olan fiqurlara baxsaz daha rahat olar.
Çünki onları müəyyənləşdirmək nisbətən digərlərindən daha rahatdır. İki xəttilərə baxıram sadəcə. Məsələn, bu iki xətti K 4 xəttiyə 4 xəttiyə gedir. Bu iki xətti 4 xətti və 5 xəttiyə birləşir. Bu iki xətti 3 xətti və 4 xəttiyə birləşir. Deməli, getdikləri yollar hamısı bir-birindən fərqlidir deyə bunları rahat aşağıda yaza bilərik, tapa bilərik. Məsələn, elə başladım bundan. Bu iki xətti 4 xətti və 4 xəttiyə birləşir. Tez aşağıya gəlirəm. Baxaq görək. Məsələn, bu. Gör, bu iki xətti 4 xətti və 4 xəttiyə birləşir. Ona görə birbaşa yuxarıda 4 xətti və 4 xəttiyə gedən K-ydı deyə rahat-rahat K-nın üstünə yüngül xətt çəkib K-nı yapışdırıram bura. Bilmirəm hələ ki, bu 4 xətt hansıdır, bu 4 xətt hansıdır. Ona görə tələsmirəm hələ ki. Keçsəm digər 2 xəttiyə. İndi məsəl üçün buradakı 2 xətti 4 xəttiyə, bir də 3 xəttiyə gedir. İndi hansı idi o yuxarıda? 4 xətti və 3 xəttiyə gedən 2 xətti Y idi. Y-ni rahat-rahat götürüb bura yaza bilirik. Hətta getdiyi yollarda rahat yaza bilirik. Y-dən yol gedir elə. 3 xətti elə. Y-dən yol gedir 3 xətti elə. Y-dən yol gedir 3 xətti C-yə, 4 xətti C-yə. Y-dən yol gedir 4 xətti C-yə. Görürsünüz, X-in artıq C olduğunu tapdıq. Oldu, işimizin çox hissəsi getdi birbaşa sürətli forma. Yəni, böyük olsa da elə dəhşətli bir test deyil. Bundan çətin də imtahana düşən deyil. İndi Y getdi, C getdi, L getdi. Tapdıqca da üstündən yüngül xətt çəkirəm ki, yəni bunları səhvən götürüb başqa bir yerə də yazmayayım. 2 xəttlər 3 dənə idi, bir dənəsi qalıb P. P-ni də götürüb tez yazaram bura. Başqa 2 xətti yoxdur ki, onsuz da. İndi P-dən yol gedir 4 xətti I-yə. P-dən yol gəlir 4 xətti I-yə. Götürdük, yazdıq bu hissəyə. Və P-dən yol gedir 5 xətti O-ya. P-dən yol gedir 5 xətti O-ya. Bunu götürdük, yazdıq bura. İndi P, O, I. Bunların üstündən yüngül xətt çəkdim, getdi. Sonra 5 xətti V var burada. 5 xətti V. Götürdüm. V-ni də bura qeyd elədim. Oldu, başqa 5 xətti onsuz da artıq qalmayıb. İndi uzatmaya bilərəm artıq. X-i tapmışam. Y-də tapıb birbaşa cavabı taparam. Düzdür? Y-ə baxırıq ki, 4 xətti var. 4 xəttilərdən hələ ki tapılmayan 3 dənəsi var. Ona görə artıq qorxuya düşüb nə etmək olar? Addım-addım elə gəlib bir-bir aşağılardan müəyyənləşdirmək olar. Rahat işimiz əslində hamısını tapa bilərik. Görürsünüz, 3 xətti bir dənə bu qalıb. 3 xətti bir dənə bu nədir? I hərfidir deyəsən. Yoxsa onu başqa bir yerə yazmışıq. 3 xətti. Bu nə hərfidirsə görə bilmirəm. Yəqin ki, I hərf olar. Yazım ən yaxşısı bura I. Biri I-dir deməli, biri I. Bu oldu burada I. I. Bu da görsənmir, əsas odur ki, onsuz da cavabımıza da təsir eləmir. Yəni, bilin ki, hansıdır yerinə görə. Oldu. Qaldı bir dənə bu Y-i müəyyənləşdirməyim. Bu Y-i müəyyənləşdirməyim də mənim üçün elə çətin bir şey deyil. Görürsünüz, bu 4 xətti I-yə baxa bilərəm. Və yaxud istəsəm 5 xətti O-ya da baxa bilərəm. Amma əsas bundan daha rahat gedər deyə düşünürəm. Bu I-yə baxacam. İndi bu I-dən yol gedir. Görürsünüz, bu tərəfə, F-ə. Düzdür? İndi fikir verin. I-dən yol gedib. Baxım görüm. F-dir bu. P-ymiş. I-dən yol gedib P-yə. I-dən yol gedib P-yə. Bunu bildik. Bir yolu bura. Sonra I-dən yol gedir O-ya. I-dən yol gedir O-ya. İndi sizi başa düşürəm, nə üzüm çəkmişsiniz bu sualı yazanda. Bu da getdi. Görürsünüz, 2 dənəsinin yeri bildik. Sonra I-dən yol gedir K-ya, 2 xəttiyə. Görürsünüz, I-dən yol gedir K-ya, 2 xəttiyə. Bu da getdi. Bir dənə yol qaldı. I-dən U-ya doğru. Bu da I-dən U-ya doğru. Görürsünüz, Y-də oldu. Qutardı, getdi. Y-də bərabərdir U-ya. Oldu. Yəni, imtahanda indi qəşəng çap olunmuş olacaq kağızınızda. Daha rahat bir şəkildə bütün hərfləri bir-birindən fərqləndirə biləcəksiniz. Oldu. Deməli, Y U-dur, X-də G-dir. Baxaq, X G-dir, 1-ə S, Y-də U-dur. 2-yə B. 1-ə S, 2-yə B hardadır? S variantında. Bu sualda bildik, keçdik. Axır ki, 2016-cı ilin qəbul sualına. Bu da çox qəşəng görsənir, amma bir problem olmaz deyə düşünürəm. Deməli, 40-42-ci suallardır. Biologiya müəllimi həftədə 5 gün, 1-ci və 5-ci günlər. Yazıram bura, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci günlər. Deyir ki, 4 dənə 10-cu sinifə, 4 dənə də 11-ci sinifə dərs deyir. 4 dənə 10-cu sinif və 4 dənə də 11-ci sinifə dərs deyir.
Bu tərəfə 10-cu siniflər yazacağam. Bu tərəfə də 11-ci siniflər yazmış olacağam. Oldu. Rəngimizi də dəyişirəm. ABCD siniflərinə dərs deyir. Cədvələ görə müəllim hər gün 2 saat. Məsəl üçün birinci gün bir dənə 10, bir dənə 11-ci sinifə dərs deyir. Hər gün 2 saat olmuş olur. Eyni şəkildə ikinci gündə, digər günlərdə. Oldu. Deməli, hər gün 2 saat dərs deyir, 1 saat 10-cu sinifə, 1 saat da 11-ci sinifə. Oldu. Yalnız deyir ki, bir dənə 10-cu və bir dənə 11-ci sinifə həftədə 2 saat dərs deyir. Yəni, həftədə 2 dəfə dərs olur. Digərlərin amma həftədə 1 dəfə. Bunu deməsəydi belə məntiqlə tuta bilərdik. Çünki ABCD sinfidirsə, deyək ki, burada 10 A-ya dərs dedi, burada 10 B-yə, burada 10 C-yə, burada 10 D-yə. Bəs bir dənə sinif çatışmır axı. Onda deməli, hər hansısa bir sinifə, məsəl üçün 10 C-yə həftədə 2 dəfə dərs demiş olur. Oldu. Şərtdə də onu əlavə edib sadəcə. Bir də kitabımızdakı sualdır. Matematik təhlilinin izahından. Orada da yavaş-yavaş demişik deyə, oradan da öyrənə bilərsiniz deyə. Yəni, mən bunu biraz sürətli bir şəkildə izah edib keçəcəm. Oldu. Bunu bildik, bura qədər bildik. İndi deyir ki, məlumdur ki, müəllimin çərşənbə günü 10 A sinifinə dərsi var. Deməli, bizim 5 dənə günümüz var. Bazar ertəsi birinci gün. Sonra ikinci gün çərşənbə axşamı. Gör, çərşənbə axşamı idi, səhər açıldı, oldu çərşənbə. Cümə axşamı idi, səhər açıldı, oldu cümə. Qutardı. Davamı olsaydı şənbə və bazar gələcəkdi. İndi çərşənbə günü, yəni üçüncü gün. 10 A sinifinə dərs var. 10-cu sinifi buradan yazırdıq. 10 A. Sonra 11 B sinifində həftədə yalnız bir dəfə dərsi var. Bunu bir kənardan işarə edirəm ki, 11 B bir dəfə. Gözümə girsin ki, yavaş. Deməli, 11 B sinifinə həftədə bir dəfə dərs olacaq. Görürsünüz, bunu yeşil işarələdim ki, gözüm orada olsun. Sonra 11 B sinifinə dərs olan gün 10 C sinifinə də dərsi var. Buna tez işarə edirəm bir kənardan, bilmirəm də indi harda olacaq. 11 B-yə dərs olan gün mütləq 10 C-yə də dərsi var. Oldu, mütləq. Sözün yazım ki, bura bilimdən məsələdir. Yazdım. Bazar ertəsi günü 10D və 11 siniflərində dərsi var. Bazar ertəsi günü 10D və 11A. 11A siniflərində dərsi var. Əla, bura qədər cümlələrimiz gedib. İndi çərşənbə axşamı və cümə axşamı günləri, çərşənbə axşamı və cümə axşamı günləri, ikinci və dördüncü gündən gedir söhbət. Nə deyir? Eyni bir 11-ci sinifdə dərsi var. Deməli, çərşənbə axşamı və cümə axşamı günləri. Eyni bir 11-ci sinifdə. Görürsünüz, buraları nöqtələdim. Nöqtələməsəm, ömrü boyu bu sualı həll eləyənmərəm. Nöqtələdim ki, çərşənbə axşamı və cümə axşamı günü eyni bir 11-ci sinifdir. Bunlardan hər hansısa birini təxmin etsəm, məsəl üçün buranı 11-ci olaraq təxmin etsəm. Tez burada 11-cini yazım deyə. Amma nöqtəni yazmasam, çaşdıracam. Oldu. Mən ikinci və dördüncü günləri deyir ki, eyni bir 11-ci sinifə dərsi var. Sonra, sonuncu cümlə, cümə axşam və cümə günləri eyni bir 10-cu sinifdə dərsi var. Yəni, 4-cü və 5-ci günlərdə, baxın, buranı da dairələyək. Cümə axşamı və cümə günləri də eyni bir 10-cu sinifə dərsi var, deyir. Deyir, müəllimin eyni hərflə işarələnən 10 və 11-ci siniflərə eyni gün dərsi yoxdursa, çərşənbə günü hansı siniflərə dərsi var? Qutardı. Yəni, bura qədər buna hələ baxmasaq, bizə verdiyi cümlələr budur. Başına dəysin, yəni, verdikləri. İndi gəlib nə etməliyik? Bu boyda sualın içərisindən çıxmalıyıq. Deməli, verdiyi şərtləri yazandan sonra, qura biləcəklərimizi qurandan sonra, bura bir də qayıdıram. Sağ tərəfə baxın. 11A-nı bilirik bir dənə, düzdür? Bura 11B-dən, C-dən tapa biləcəklərimizi yapışdırmalıyıq da. 11B üçün bir dənə şərt var idi. Nə demişdi? Demişdi ki, 11B-yə həftədə bir dəfə dərsi var. İndi 11B-yə həftədə bir dəfə dərsi varsa, 2 ilə 4-ə mən 11B yaza bilərəm? Əsla. Çünki 2-yə 11B yazsam, avtomatik gərək 4 də 11B olsun. Eyni şəkildə 4-ə 11B yazsam, gərək 2 də 11B olsun. Çünki şərtdə yazmışdıq ki, ikinci və dördüncü gün eyni bir 11B sinifi dərsi var. Eyni bir, daha doğrusu 11-ci sinifə dərsi var. Deməli, 2 ilə 4-ə 11-ci sinif 11B sinifini yaza bilmirik. Düzdür? İndi mən deyirəm ki, 3-cü günə də 11B-ni yazmaq olmaz. Ona görə ki, şərtdə yazmışdıq ki, 11B-yə dərs olan gün mütləq 10C-yə də dərsi var. Axı, 11B-ni buraya yazsaq, gərək bura 10C olaydı. Ona görə də 11B-ni burada yazmaq olmaz.
Artıq məntiqlə düşünürük ki, 11B 2-də olmazsa, 3-də olmazsa, 4-də olmazsa, avtomatik 11B yalnız və yalnız hara qalır? Qalır 5-ci günə. Və 11B-yə dərs olan günü mütləq nə olmalıydı? 10C-yə də dərs olmalıdır. Yəni, bura 11B-dirsə, bu tərəf nə olmalıdır? 10C olmalıdır. Görüş, bura götürdük, yazdıq 10C. Və bunları dairələmişdik deyə, eyni sinif idi də bura. Burada nə yazdıq? Yazdıq 10C. Belə olanda bəziləri deyir ki, bəs bura 11B yazanmırıq axı deyirlər. Amma deməyib ki, 10C-yə dərsi olan günü mütləq 11B-yə dərs olmalıdır. Belə şey deməyib ki, sadəcə deyir ki, 11B-yə dərsi olduğu gün nə vaxtsa 10C-yə mütləq dərsi var. Həqiqətən də baxın, 11B-yə dərsi olduğu gün 10C-yə dərsi var. Qutardı, getdi. İndi sol tərəfdə işimiz rahatdır. 10 siniflərindən A var, C var, D var, çatışmayan nədir? B sinifi. 10B-ni yazdıq bura. Sağ tərəfdə işimiz biraz narahatdır. 11A, 11B var, 11C ilə D yoxdur. Əlavə şərtdə heç nə vermədiyinə görə mən bilmirəm. 11C buradır, 11D bura, yoxsa tərsinə. D-ləri 2 ilə 4 yazmalıyam, C-ni 3 yazmalıyam bəlkə. Bilə bilmədiyimə görə artıq heç nə yazmıram. Oldu? Gələm indi tapdıqlarım budur, ancaq dağıtdıq, tökdük. Ancaq nə etməliyik? Götürüb konkret suallara əsasən cavabları müəyyənləşdirməliyik. Yazıb ki, müəllimin eyni hərflə işarələnən 10 və 11-ci siniflərə eyni gün dərsi yoxdursa. Yəni, demək istəyir ki, eyni hərflə işarələnən 10 və 11-lərə eyni gündə dərsi yoxdur. Yalnız bu suala aid olan şərt də bu. Məsələn, bura 10B-dirsə, demək istəyir ki, bura 11B ola bilməz. 11B-ni onsuz da tapmışıq. Bizim tapmadığımız nə qalıb? 11C, düzdür? Bir də 11D. İndi 11C-ni sizcə buraya yaza bilərəm, yazmaram. Çünki bu suala əsasən deyir ki, eyni hərflə işarələnən siniflərə eyni gündə dərsi yoxdur. Avtomatik tez bilirəm ki, 4-cü gündə nədir? 11C yox, 11D-dir. 4 ilə 2-də də nöqtələmişik ki, eyni siniflərdir bunlar, şərtdə verilmişdir. Bunlar 11D-dirsə, 3-cü günə nə qalır? 3-cü günə də qalır 11C. Oldu. Həqiqətən indi bütün günlərə baxsaz, eyni hərflə işarələnən siniflərə eyni gündə dərsi yoxdur. Deyir ki, belə olduğu gündə mötərizədə izah edib, istəsəz ona üzüz baxarsınız. Çərşənbə günü hansı siniflərə dərsi var? Çərşənbə 3-cü günüdür. Çərşənbə günü 10A-ya, bir də 11C-yə dərsi var. 10A və 11C. Hardırsan 10A, 11C. D variantında. Deməli, nə oldu? Doğru cavab oldu. D variantı. Yenə təkrarlayıram. Şərtdə yazmışdı ki, eyni hərflə işarələnən siniflərə eyni gündə dərsi yoxdursa, biz də tez gəldik. 11D-ni gördük ki, hara yazmalıyıq? 2 ilə 4-ə. Çünki yoxsa 11C yazılacaqdı 4-ə. Ona 4-cü günlərdə 10C və 11C. 2 dənə eyni hərf olacaqdı. İndi 3-cü günü soruşurdu 10A, 11C. Doğru cavab oldu D variantı. Və bunu yazandan sonra tez bu şərti ləğv edirəm. Çünki bu suala aid idi bu. Oldu. Cavabı D variantı tapdıq. Növbəti suala keçəndə artıq biz bunu ləğv eləməliyik. Sualın şərtidir bu. Oldu. Salamat bir şey qoymadım evdə. Davamında deməli keçdimin növbəti suala bir gözümüz burada olmalıdır. Qayıtmalıyıq. Aşağıdakılardan hansını deyir müəyyən etmək mümkün deyil. 10-cu siniflərdən hansına müəllimin həftədə 2 saat dərsinin olmasını. Bunu müəyyənləşdirmişik. 10C-yə dərsi var. Bu mümkündür. Bizə mümkün olmayanlar lazımdır. Birincisini qaraladım. 11-ci siniflərdən hansına müəllimin həftədə 2 saat dərsinin olmasını. Bunu bilmirik. Çünki baxın, nöqtələmişik, boşdur. Düzdür? Bir mümkün deyil. Bəli, 2-ni mümkün deyil müəyyənləşdirmək. Biri 2-dir. Sonra çərşənbə axşamı müəllimin 10-cu siniflərdən hansına deyir dərsinin olmasını. 10-cu siniflərdən hər şeyi tapmışıq. Görür, çərşənbə axşamı nə vaxtdır? 2-ci gün. Hamısını tapmışıq. Düzdür? Ona görə 3 getdi. Bizə səhv olanlar lazımdır. 4. Hansı günləri müəllimin 11B sinifinə dərsinin olmamasını. Deyir, müəyyən etmək mümkün deyil. Niyə ki, baxın, 11B-yə hansı günlər dərsinin olmadığını müəyyənləşdirmişik. 11B-yə bir dənə 5-ci gün dərsi var. 4-dür, 3-dür, 2-dir, 1-dir. Hər birini müəyyənləşdirmişik. Oldu. Bizdən nəyi soruşurdu? Deyirdi ki, aşağıdakılardan hansını müəyyən etmək mümkün deyil. 4-cüdə hansı günləri müəllimin 11B sinifinə dərsinin olmamasını müəyyən eləmək mümkündür. 1-ci, 2-ci, 3-cü, 4-cü günlər gördük ki,
dərsi yoxdur. Yəni müəyyən eləmişik. Deməli, bunu da müəyyən eləmək mümkündür. Yalnız 2-ni müəyyən eləmək mümkün deyildi. Ona görə doğru cavab oldu A variantı. 11-ci siniflərdən hansına müəllimin həftədə 2 saat dərsin olmasın? Bunu bilmirdik. Sonra keçdik çərşənbə axşamı, çərşənbə və cümə axşamı müəllimin nə də sinifində deyir dərsi yoxdur. Deməli, 1, 2, 3, 4, 5. Çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri. Müəllimin 11-ci sinifləri verib də variantlardan. Qayıtsaq, 11-ci siniflərdən 1-ci və 5-ci gün tapmışıq. 1-ci gün 11A-dır, 5-ci gündə 11B. Bu günlərdə nə 11C-yə, nə soruşur? Cavablardan birini seçin. Deyir, axşamı cümə müəlliminə də sinifdə dərs yoxdur. Bu günlərdə 11A-ya, bir də 11B-yə dərsi yoxdur. Harada bu cavab? Bu cavab Y-dədir. Qutardı, getdi. Bu sual belə də verilə bilərsə, digər variantlarda belə olacaq. Sual dəyişdirilib, indi istədim mən də. Digər variantlarda belə olmuş olacaq. Müəllimin çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri ya da sinifində dərsi var. Bir variantda belə düşəcək, bir variantda da bu şəkildə. Onda artıq nəyi seçəcəksiniz? 11C və 11D-nin cavab kimi B variantını götürəcəksiniz. Oldu. Qısacası bu sualda bildik. Axır ki, məntiq suallarından canımız qurtuldu. Keçdik informatikaya. İnformatikada bu sual Windows əməliyyat sistemində qovluq və failin adında aşağıdakı simvollardan hansı iştirak edə bilməz? Dırnaq, sual, ulduz, böyük kiçik işarələri, slash işarələri, ortadan düz xət, bunlar heç bir şəkildə fail adında iştirak eləməz. Əzbər bilməlisə artıq bunları tullandıq sonraya. Hansı mail ünvanı ola bilməz deyə soruşur. Baxın, mail ünvanında belə bir slash işarəsi olmaz. Ona görə C variantı yanlışdır. İnformatika sualları bu səfər rahatdır. IP ünvanı 3 nöqtə ilə ayrılır, mütləq və aradakı ədədlər 0-255 arasında olur. Buradan 1000 yazılıb 255-dən böyükdür. Burada 3 dənə nöqtə yoxdur, 2 dənə var və ədədlər 3 dənədir. 4 dənə olmalıdır. Məsəl üçün 0, 255, deyək ki 87, 88. Oldu. Burada 3 dənə ədəd var, getdi. Burada mənfi ədəd var, getdi. Burada 255-i aşıb 256 olub, getdi. Doğru cavab nədir? D variantı ola bilər. Tullandıq. Aşağıdakı verilənlərdən hansı əməli yaddaşla prosesor arasında bufer rolunu oynayır və əməli yaddaşın sürətini artırır? Təbii ki, keş yaddaş. Bizim taksimiz. XMOS BIOS konfigurasiyasını yadda saxlayan, giriş-çıxış baza məlumatlarını yadda saxlayan nədir? Daxili yaddaş qurğusudur. Saatı, vaxtı, tarixi yadda saxlayır. BIOS proqramda hard diskimiz, xarici yaddaş qurğumuzdur. Eyni şəkildə bloklu disk 1.44 MB həcmli yaddaş qurğusudur. Disket də deyə bilərsiniz buna, elastiki disk də deyə bilərsiniz və yaddaşını yadda saxlayın, çünki demək olar ki, bir dənə bunun yaddaşı soruşulur. Keçdik. Əməliyyat sisteminin vəzifəsi nədir? Faylların təşkili və saxlanmasını təmin eləmir. Bu, VBIS-in gördüyü işdir, məsəl üçün. Və yaxud da hər hansısa bir tətbiqi proqramda bir əməliyyat sistemi daxilində, məsələn, Windows Explorer deyəcəkdim, Windows Explorer, Internet Explorer browserdir. Windows Explorer'də faylın saxlanması, təşkilini həyata keçirir. Bunu VBIS üçün də tələb formasına formalaşdıra bilərik. Giriş-çıxış qurğularının qoşulmasını yerinə yetirir, driver ilə bağlıdır. Faylların mühafizəsi və bərpasını təmin edir, utilitlərlə bağlıdır. Və yaxud da sırf məsəl üçün ümumi əməliyyat sisteminin qoruyucusu artıq antivirus olmuş olacaq. Nəysə, bunları çox xırdalamıram, hazırda beyninizi qarışdırmayacağım. İstifadəçi ilə dialoqun təşkili, aparat təminatını və kompüterin resurslarını idarə edir. Əməliyyat sistemi yerdə də yazıb ki, kompüterlə müxtəlif periferi qurğular arasında verilənlərin mübadiləsini təmin edir. Bu da oldu driver. Keçdik. Növbəti sual. Xarici yaddaşda saxlanılan adlandırılmış verilənlər yığımı əvvəlki sınaqlarda yenə var idi bu. Ona görə sürətli keçirəm. Oldu fayl. Qovluqla kataloq eyni şeydir. Fayllar yığımı olsaydı cavab qovluq, kataloq, papka olardı. Bunlardan hansı kompüterin əsas hissəsidir? Sistem bloku, monitor, klaviatura. Kompüterin əsas hissəsidir. Mikrofon daxil etmə qurğusudur. Səsimiz kolonkalardan çıxır. Plotter, printer xaric etmə qurğusudur. Scanner yenə daxil etmə qurğusudur. Şəklini ötürür. Kağız üzərində olan informasiyanı ötürür kompüterə. Gəlirik növbəti sual. Elektron məktubu göndərərkən nəyi mütləq göstərmək lazımdır? Təbii ki, göndərənin ev ünvanı olmaz, göndərənin imzası olmaz, məktub başlığı sizdən asılıdır, məktubun mətni sizdən asılıdır, alanın elektron ünvanını. Yəni, mənə mail göndərirsə, alıcı mənəm. Mənim mailimi yazmasaz, gəlməz mənə. Oldu. Bu da keçdi. Sonra verilənlər bazasını idarə etmə sisteminin lingvistik, yəni tərkib hissələrinə aid deyil, verilənləri seçirik.
SQL Vibis-də sorğu dilidir. Web sayt yaratmaq instrumental proqram təminatıdır. Ona görə bu olmaz. Verilənlərlə əməliyyatların aparılması, and, or, oradan nəyinsə seçilməsi, görsə bundan gedir söhbət, nədir? Vibislərə aiddir, verilənlərin təsviri, verilənlərlə informasiyalar xanalarda, sətirlərdə, sütunlarda təsvir olunur, bu da aiddir. Qaldı bir dənə informatikadan son sualımız, deyir ki, fayl adı New Games 666XZ hansı fayllar adı maskasına uyğun deyil. Sürətli bir şəkildə birbaşa cavaba gəlirəm. Nöqtədən sağ tərəf hamısında uyğundur. C variantına bir dənə baxın. Game əvəzdədir. Ulduz əvvəldəki new hissəsini əvəzdədir. Bəs nöqtəyə qədər sual bir dənə simvol əvəzləyə bilər axı. Amma burada 4 dənə simvol var. Ona görə C variantı yanlışdır. Bundan da axır ki, neynədik? Bu 25 suallıq hissənin də izahını yekunlaşdırmış olduq. Ümid edirəm ki, çox sürətli danışmadım. Bilmirəm, biraz özüm sonra narahat oluram bu məsələ ilə bağlı olaraq ki, birdən nəyisə sürətli demiş olaram, nədəsə vezdirici olmuş olaram, darıxmış olarsınız. Sıxılmadığınıza ümid edirəm, sıxılırsınızsa da 1-2 aylıq çətinlikdir. Ondan sonra heç bir yerdə təbii ki, səsimi belə eşitməyəcəksiniz. Bir növbəti dərslərdə görüşərik. Əsl da həvəsdən düşmürük. Bunlar sizin üçün çox önəmlidir. Unutmayın, hər gün işləyin, yığıb saxlamayın. Bir müddət sonra yoxsa sistemi əldən verib, hər şeyi atacaqsınız kənara. Həvəsdən düşəcəksiniz. Oldu. Əsl da həvəsdən düşmürük. Uğurlar, görüşərik, hələlik. Bunu hardan söndürdük? Buradan. Sağ olun.